Kobranı görməmisən də sən. Yox, ay sağ ol. Sən kobranı görməmisənsə, o deməli sənin üçün yoxdur. Sən o qədər şeylər görməmisən ki, onda sən onu inkar elə də. Aydındır. Elə şeylər var ki, o insanın məsəl üçün sevgini göstərə bilərsən. Harandadır sənin sevgi? Hansı yerindədir? İnkar edirsən, tamam. İnkar da dəlillə olmalıdır. Yəni sənin inkarın dəlillə olmalıdır. Necə qəbul etmək dəlilləndirsə, inkar etmək də dəlillə olmalıdır. Bunu bir vıraq bir sübut etməyə. Prosta burada müsait deyiləm mən. Amma belə buyur, bismillah. Qalx yuxarı danışaq. Qalx yuxarı danışaq. Ara sözlərlə danışaq, birimizi başa düşək. Hər vaxtınız xeyir qardaş. Axşamın xeyir olsun. Axşamın xeyir. Sənə danışan keçmiş əhl-i sünnə vəl cəmaətdən sələfidir yəni. Belə çox da uzaq deyilik. İndi uzaqdasan amma. Necə qardaş? Deyirəm, indi uzaqdasan amma. Hə, indi uzaqdayım, hə, uzaqlaşdıq qardaş. Bir anda uzaqlaşdım. Ateistsən? Bəli, bəli, bəli. Ateistsən. Aha. Bəli. Səbəb nə oldu? Səninlə söhbət eləmişəm deyəsən, hə? Yox qardaş. Mən sizi takip eləyirəm. Belə şey eləmişəm. Qulaq asmışam. Əvvəl baxırdım, sonra nickinizi dəyişdiniz deyəsən elə bil ki. Yox, mən heç vaxt linkimi dəyişməmişəm. Hə, ola bilər. Amma sizin yayınız gedirdi, əvvəllər bir ara yoxa çıxdınız. Mən işimlə bağlı olaraq. Amma belə 2-3 gündən bir paylaşımlar eləyirəm. Hə, bax qardaş, mən sizə bir şey deyim, düzdür, siz bizi qardaş kimi qəbul etmişsiniz, amma biz yenə də deyirik. Bax, mənim bir Siz əhl-i bizi sünnə qardaş kimi olaraq, qəbul edirsiniz. biz sizi eləyirik, siz bizi eləmirsiniz, sizin kitabınız eləmir bizi. Sən mənim necə qardaşım ola bilərsən? Hə, ola bilmirik də, yəni bax, mən edirəm, siz elə bilmirsiniz. Yox. Bax, sən eləyirsən, hə? Qardaş olaraq mənə qəbul edirsən də, hə? Bəli. Mənim evimdən xəbərin yoxdur, həyatımdan xəbərim yoxdur, necə yaşayıram, ondan xəbərim yoxdur. O yalan söhbətdir də, sən necə mənə qardaş kimi qəbul edirsən? Qardaş kimi qəbul etsən, mən xəstələnmişdim, hardaydın, mənim pulum yox idi, hardaydın? O yalan söhbətdir də o. Yəni, anlata bildim mən sənə nə demək istəyirəm? Tamam, gözəl. Yəni, səndə də, bax, sən mənə deyirsən ki, sizin kitabınızda qardaş olaraq bizi qəbul etmir. Sənin özün də belə məni qardaş olaraq qəbul etmirsən. Prosta elə-belə sözdür, yalan danışırsan. Niyə yalan danışırsan? Neysə, bunu keçdik. Yəni ilk olaraq bu münasibətin yalanla quruldu da. Yəni bu qardaşlıq deyil ki. Yox, qardaşlıq belə olur. Yox, yalanla qurulmadı qardaş. Elə bir-birimizə böhtan atmayaq. Mən müsəlman qardaşlarım var. Bir-birimizə, mən onlara dəstək oluram, amma onlar özü mənə deyir ki, qardaş, biz səni qardaş kimi qəbul edə bilməli kitabımıza görə. Aha, tamam, bax, sən gör, nə deyirsən? Biraz istehza, biraz kinayə olaraq deyirsən ki, sənin kitabın məni qardaş etmir. Mən də sənə, sənin məntiqinlə sənə patxod eləyirəm, yanaşıram ki, mənim kitabım təkcə mənim kitabım yox, sənin yaşayışın da məni sənə qardaş olaraq etmir. Və mən sənə şər atmadım ki. Mən sənə şər atdım. Yox. Birin sən, birin mən də, əxi, olar. Olsun, amma bunun üzərində qalaq sonra. Mənim yaşayışımda nə problem var? Yox. Bax, sualı təhvil al bir dənə. Sualıma bax. Bir dənə mənim sualımı təhvil al. Mən belə yanı söyən, təhqir eləyən birisi deyiləm. Mən deyiləm. Hə. Əlhəmdülillah, bizim söhbətimiz baş tutacaq. Sən mənə deyirsən ki, istehza ilə və kinayə ilə mənə deyirsən ki,
Yo yo qardaş, sən niyə elə başa düşdün? Yaxşı gələk. Gələk. Bax siz qardaşınızın fikrini bax pis zənn etməyin ki, Allah sizin zənninizdədir. Sən niyə mənə pis zənn elədin? Bax deyir ki, hədisdə gəlir ki, siz qardaşınızı pis zənn etməyin. Çünki Allah sizin zənninizdədir. Əzizim, bir mövzunu qutaraq sonra keçək də. Tamam da sən mənə niyə pis zənn elədin axıcan? Yox, olar mı söhbət eləyək? Yəni biz söhbət eləyəcəyik yoxsa yox? Eləyək. Mənim profilim, statusum belədir ki, bir mövzunu qutarmayınca ikinci mövzuya imkan verməyəcəm. Tamam da çürüdək də, mən də deyirəm çürüdək də axı. Yox, çürütməyək. Çürütmək pis şeydir. Çürütmək, söhbəti o süd ki çürüyür, atırsan ha. Evet. Yemək ki çürüyür, atırsan ha. Yox, biz gözəl bir söhbətimizi bir-birimizə qəbul etdirməliyik. Necə ki, yaxşı yemək bir-birimizə veririksə, yeyiriksə, bu sözü də yaxşı mənada sənə verəcəm, sən udacaqsan, sən yaxşı söz danışacaqsan, mən udacam. Çürüyür, bu söhbəti çürüdək, bu da yaxşı söz deyil. Bunu da keçdim. Bax, sən mənə deyirsən ki, sizin dininizdə ateisti qardaş olaraq görmürlər. Tamam, qəbul etdim. Mən də sənə deyirəm ki, sənin yaşayışında da müsəlmanları qardaş olaraq görmürsən də, niyə mənə qardaş deyirsən? Mən səni qardaş olaraq görmürəm. Sən də məni qardaş olaraq görmürsən. Mən deyirəm ki, o söz var, ha, qardaş necəsən? O söz yalan sözdür, mənə deyirsən. Mən deyirəm ki, səmimi olaraq, nə qardaş? Adım var, adımı çağır. Adım var, adımı çağırım. Yəni bu söhbət yalan söhbətdir, qardaş. Nə qardaş? Sən mənə qardaş görürsən yenə özünə. Bax, yeri gəlsə, mən sənə qardaşlıq eləyərəm, amma sən mənə eləyə bilməzsən. Mənim indi yeri deyil. Bax. Yeri gəlsə mən də, bax, əzizim. Allah Quran-ı Kərimdə Tövbə surəsinin 11-ci ayəsində deyir ki, əgər onlar tövbə edib, namaz qılıb, zəkat versələr, dində sizin din qardaşınızdır. Mən də səni yeri gələr qardaş deyərəm. Amma belə sən mənə, mən sənə qardaş. Tövbə 5-də nə deyir? Tövbə 5-də nə deyir axı? Namaz qılmayanı, namaz qılmayan müşrikdir. Tövbə 5 axıcım, Tövbə 5. Hadi hə, namaz qılmayan müşrikdir. Səninlə savaşanları, onları harda gördünüz? Edam eləyin, öldürün. Ay sağ ol. Nə qədər ədalətlidir bu? Necə? Nə qədər ədalətlidir bu? Mən namaz qılmıram da axıcım. Sən məni öldürməlisənmi? Xeyr, sən onu niyə elə başa düşürsən ki? Nə demək istədiyimi indi sənə deyirəm. Ümumi olaraq İslam dinində sənə qarşı savaşmayanla savaşılmır. Tövbə surəsini sən başdan ayağa oxusan, orada söhbət savaşdan gedir. Allah, Rasulullah Kəbəni fəth eləyəndə müşrikləri öldürdü. Sual verirəm sənə. Bilmirəm, xəbərim yox. Bəs deyirsən, əhl-sünnət olmuşam. Ola bilər də qardaş, məlumatım olmaz da, mən hər şeyi bilmək zorunda deyiləm ki. Yəni demək istəyirəm, sən əgər, bax, sən əgər bir mövzu haqqında açırsansa, onu bütöv olaraq bilmən lazımdır ki, bu mövzu bizdə sona kimi geçsin. Yoxsa oradan buradan bilərək bizim axı mövzumuz baş tutmayacaq axı. Gəl belə eləyək, gəl başdan başlayaq. Sən bir dənə mövzu tut, onu mükəmməl olaraq bil ki, mənim sənlə olacaq söhbətim baş tutsun. Kanalımıza abunə olun inşallah. Hə, buyur. Bir mövzu dedim. Bir mövzu belə deyək də qardaşım. Bugünkü gündə biz niyə anlaşa bilmirik? Aha, ateistlər anlaşa bilir. Hamısı ateistlər anlaşa bilir. Amma tam səmimi artıq 124 nəfər var. Tamam. Anlaşa bilir yoxsa yox? Səmimi olaq da amma, bax hər şeyə səmimi olaq. Mən də sənin... Aşağıdan da ədalətlə yazsınlar. Üzürlüsən, mən söhbət eləyəndə var, ha. Mən söhbət eləyəndə aşağı baxmıram ki, yox ki, oradakı qonaqlarımıza hörmətsizlik edirəm. Sadəcə, mən istəyirəm səndən söhbət eləyəm. Bu, ara həyatda da, başqa dinlərdə də, İslamda da biri ilə söhbət edirsənsə, mütləq olaraq biri ilə danışmalısan da, ikinci, üçüncü müdaxilə eləməməlidir.
Belə Bəli. cavab verə bilərsənsə ver. Sadəcə mən aşağı heç vaxt baxa bilmirəm. Çünki mən fokuslanıram söhbətimə ki, mən bu söhbətdə öz dinimi ədalətli olaraq, təhvil təslim olaraq sənə verməliyəm. Sən mənə sual elədin ki, niyə yəni birləşik, bir deyilik? İndi mən də sənə bunun cavabını sənə deyirəm. Ateistlər hamısı birdir. Tam yox, tam deməzdim. Vəssalam, cavabı aldın. 80-90% bir. Yox. Ateistlər axı. Məsəl üçün bax, Rusiyadakı olan ateistlər var. Amerikada olan ateistlər var. Rusiyada başqa dövlətlərdə böyüyən ateistlər var ki, onların örfü ilə sizin örfünüz, Azərbaycandakı olan ateistlərin örfü ilə Afrikadakı olan ateistlərin örfü üst-üstə düşmür. Mən buradakı ateistlərdən danışmıram. Ümumi olaraq dünyada ateistlərin fikri eynidir. Yox, vəssalam, iş bitmişdir. İkinci sualı ver. Axıcan, ateizm nə demək? Bir dənə mənə izah elədim. Ateizm Allah Subhanahu taalanı inkar eləyən. Mən belə bilirəm. İlahları, Necə? ilahları, Allahları inkar edən bir fəlsəfədir. Hı. Düzdür ya yox? Bu ikinci sualdır da, yox? Bax, bir dəqiqə. Amerikadakı, bir dəqiqə. Amerikadakı, Avropadakı bir ateist öz əxlaqına görə başqa bir cür insan ola bilər. Onun mənə heç bir aidiyyəti yoxdur. Bizim bir dənə ortaq nöqtəmiz nədir? Allahı qəbul etməmək. Artıq o nə həyatı yaşayır, onun mənə heç bir əlaqəsi yoxdur. Yox. Deyim? Yox, Əxıcan. Məsəl üçün deyim. Sizin ortaq nöqtəniz var. Sizin kitabınız var. Yox, qardaşlar. Mənim 53 yaşım var. Elhamdülillah. Allah hidayət. Allah məcbur eləsin sən hidayət olmasın. Aha, de. İnşallah. Onun Allah yəqin ki, məsləhət görsə olacaqdır. Olmasa olmayacaq. Mənə bax. Sənin adın nə oldu? Adım Asif. Asif. Sən mənə bayaqlar dedin ki, ittiham elədin ki, mən sən şər atıram. Mən sənə dedim, Allah sənə hidayət versin, məcbur eləsin. Amma indi deyirsən, Allah izin versə olacaq. Sən niyə şər kimi qəbul edirsən? Axıcan. Bu nə düşür? Yox. Bizə dəqiqə. Yam eləsən, mən şər atmadım axı. Asif, bax, əzizim. Səndə söhbət başqa cürdür, qardaşım. Səndə söhbət başqa cür. Sən mənə deyirsən ki, inşallah nədir? Ateist nədir, inşallah nədir? Olmadı ki. Dil örgəcəkdir də. 50 il mən inşallah demişəm. İndi mən 2 ilin içində ata bilmərəm. Yox, sən elə atmalısan da, onu atmalısan. Atıram, narahat olma. Atıram. Onda bir dənə söy Allahı görüm. Söyə bilərsən, söy görüm. Yox, söymərəm, qardaş. Mən elə bir sayğısızlıq eləmərəm. Yox. Gəl belə eləyək də. Lənət eləmək söyüşdür, yoxsa yox? Mən heç İslamda olduğum vaxtda heç kimə lənət eləmədim. Yox. Lənətlənmiş şeytandan sənə sığınıram Allahım demişəm. Asim. Asif, sənin övladın var. 2 dənə qızım var. Allah ona cəhənnəm versin. Allah onu cəhənnəmdə öldürsün. Allah ona əbədi olaraq cəhənnəm versin. Heç bir problem yoxdur mənim üçün. İstəyirsən səhərə qədər bir dua elə. Mənim üçün o boşdur. Niyə? Çünki Allah yoxdur da, qardaş. Bizim üçün olsa bir anlamı olar da, qardaş. Allah sənin üçün yoxdur. Bəli, əlbət ki. Gəl belə eləyək. Allah mənim bəlamı versin. Da bundan artıq nə bəla istəyirsən, sən? Mənim heç bir bəlam yoxdur. Mən çox gözəl yaşayıram. Firon da çox gözəl yaşayırdı. Nə olsun ki? Asif, gəl sənə bir şey öyrədəcəm. Bir şey deyəcəm. Bu qəndləri görürsən sən? Görürəm. Bax, bu qəndləri düzürəm, bax belə mən. Mən özümdən bir misal çəkəcəm. Bu mənəm. Bu anamdır. Anamın anasıdır. Anamın anası gedir. Bəli. Mən hardan çıxmışam, girirəm ora. Anam da hardan çıxıb, hamı girdi. Bir nəfər də dayandı. Yox? Bəli. Bir nəfər də dayandı. Bu bir nəfər harda dayanır? Təkamüldə. Təkamüldə. Yəni sən demək istəyirsən ki,
bu gözü bir dənə telefonu verməm, uzaqla qalmasa. Sən demək istəyirsən ki, bu gözü, bu dişləri, Bəli, bu təkamül edir. bədəni, Yox, hər şeyimiz. elə belə yaranmışdı da, yəni yaranmışdı. Yox, qardaş yaranmamışdı, formalaşıbdı. Ada formalaşıb da deyirsən, hə? Bəli, biz belə olmamışıq. İndi mən sənə bax bir söz deyirəm, bax. Aha, gözəl. Bu var ha. Aha, Gözü var. var. Ay sağ ol. Mənim də gözüm var, yox? Bəli, Bunun da detalları bunun orqanıdır da, yox? bəli. Orqanıdır. Bunun da işığı var. Bu həyatdadır. Yaşayır bu. Telefondur da yaşayır, yox? Bəli. Mən sənə deyirəm ki, bu elə belə yananıb. Razılaşırsan? Nə gözəl, nə gözəl. Bu çox xoşuma gəldi bu sual. Sevirəm də bu sual. Mənim ən sevdiyim həyatda sual bəlkə də budur. Bu elə belə yaranıb. Bir dənə deyək ki, yox. Ya bax, Yo, bax, yo, yo. sual verirəm, bax, bax. Bunu insan yaratmayıb. Bu elə bu göyərtilərin içindən bax, buna bax. Göyərtinin içindən cücərdi telefon. Yo, mümkün deyil. Bax, Mümkün bax. deyil. Sən bax belə deyirsən, bax mənə, bax. Yo, Sən yo, bax yo. belə deyirsən, bax. Asif bax. Sən bilsən nə deyirsən? Deyirsən ki, bax insan bax belə çıxdı. Göyərtinin Yo, yaşının içindən yo, çıxdı da belə. Sən belə İcazə deyirsən. ver. Yo, qoy sualımı təhvil elə. Təhvil al. Tamam. Mən səni bax belə başa düşürəm. İnsan bu göyərtinin içindən, təbiətin içindən formalaşdı və çıxdı və gördü. Ətrafı gördü, yox? Sən belə deyirsən? Ya, icazə ver. Sözü bitir Buyur. sonra da. Çox. Təhvil verdim sənə. Qıraq bucağa çıxmadan buna cavab ver. Əlimdə də bunu gözləyirəm. Yo, Allah ona bərəkət versin. Qoy ora, onu şeyləmə. Çox. Allah buna bərəkət versin. Yaxşı, versin. Hə. Bax, Əxican. Hər şeyi Allah yaradı, belə deyilmi? Mənə görə hə. Nə gözəl. Bütün kainatı, insanları, təbiəti, ağacları, bütün hər şeyi də. Düzdür ya yox? Qəbul edirsən ya yox? Hər şey Allahın izni olub da, düzdür ya yox? Bəli. Yaradan Allahdır, başqa biri yoxdur ki. Bəli. Allahı kim yaradıb? Xahiş edirəm buna cavab ver. Ona keçərik də. Nə olmadı ki? Asif, Tamam da abi. əzizim, Abi, mən nə Asif, deyirəm? bax, mən sənə bax yenə sual verirəm. Bax, bu təbiətdir. Sən O təbiət deyil, o göyərtidir. təbiət O göyərtidir. göyərti deyil, yaşıldır. Yaşıllardır. Göyərti deyil bu. Rusça bilirsən sən? Rusça bilirsən sən? Rusça bilirsən? Конечно. Rusça de görün bunun adını. Zelen. Onu tərcümə elə Azərbaycan dilinə. Göy. Zelin nə deməkdir? Zelen yaşıl deməkdir əslində. Hadi şurada Subhanallah la ilahe illallah. Sən indi bunu niyə inkar edirsən? Rəngi də inkar edirsən. Yo. Mən baxıram ki sən nəinki Allahı inkar edirsən. Gözlə görülən bir şeyi rəngi inkar edirsən sən. Asıb sənlə sağollaşıram mən. İncimə. Bilsən Niyə bu niyə? qədər? Siz niyə bu qədər aqressivsiz? Aqressiv deyiləm, mən sevinirəm. Mən sevinirəm ki sənə Diyalogda niyə Asif. qaçırsınız? Mən qaçıram. Mən Allah qaçıram. qaçırsın. Bax, Bax, Allaha and olsun qaçırsınız. mən qaçmıram. Səni sıxmaq istəyirəm. Həqiqətən indi mənə bax. Bu nədir? Sən deyirsən ki göydür. Mən deyirəm bu göy deyil, bu yaşıldır, yaşıl. Yaşılda tıpırab. Etiraf Buyurun, elə də, tıpırab. denə bu yaşıldır, denə. Yaşıl, bəli yaşıldı o, yaşıldı. Gündən belə bazara çıxanda göyərti satanların yanına yaxınlaşanda denə göyərti yox, yaşılımız var deyə biləcəksən. Prosta bu səbətdən belə qalıb da, zelen qalıb da bizim yadımızda. Amma sən bayaq inkar edirdin, deyirdin ki bu Rusça bax ha, Asif, mən sənə deyirəm ki, bunu deyirəm ki bu Rusça nədir? Deyirsən zelini. Deyirəm bunu Azərbaycanca tərcümə elə, deyirsən göy. Axıcan, atpadayım da. Asif, gör sən hardasan? Gör hardasan sən? Gör atpadayım. hardasan? Sən Asif, işdin gəlirəm göy. mövzuya. Gəlirəm mövzuya, bax.
Mən sənə sual vermişəm, bax. Lütfən buna cavab ver. Allahı kim yaradıb yox. Mən sənə sual verirəm, bax. Təbiət. Sənə görə bax, insan çıxdı. Baba, insan çıxdı. Yaşıllığın, ormanın içindən bir insan çıxdı. Baba, yaşıl, təbiət və çıxdı insan. Yox? Bəli, bəli. Belədirmi? Belədirmi? Bəli, bəli, belədir. İndi buna bax. Mən sənə deyirəm indi. Bax, mən sənə deyirəm indi. Gözü var, gözü var. Yaşayışı var, yaşayışım var. Həyatdadır, həyat verir, həyat verirəm Allahın izni ilə. İndi bax çıxır, çıxdı. İnanırsan ki bu da əl dəymədən çıxıb. Yo, onu insan yaradıb. Ha, deməli, bax, məni deyirsən ki, mən bax ormanın içindən çıxdım. Mən ormanın içindən çıxdım. Məni təsadüf nəticəsində, mən nə bilim, hansısa bir şey nəticəsində yaradıldı. Bu da həyatdadır, baba, çıxır. Mənə dediyim misalı buna da dedə, nə olar? Denə ki, bu təsadüf nəticəsində çıxdı, bunu da denə. Baba, çıxdı. Denə, deyə bilmirsən. Deyirəm, axı, imkan vermirsən axı. Mən sənə imkan verirəm, sən gedirsən şeyə, deyirsən Allahı kim yaradıb? Mən sənə deyirəm sual. Bax, qardaşım, Asif, məni sosial şəbəkədə və həyatda da belə tanıyıram. Bir mövzunu qutarmayınca başqa mövzuya keçid almıram. Axırıncı sualımı verirəm sənə. Burada cəmaat gözləyir, ayıbdır. Burada cəmaat gözləyir, ayıbdır. Bir də sual verirəm, həmənki sualı verirəm. Bax, sənə görə, bax, yox, verəcəm. Ədalətli olur, ədalətli olur. Sən şansı qaçırdırsan, sən başqa mövzuya girirsən. Mən mütləq olaraq təzədən sənə həmənki sualı verirəm ki, mən istəyirəm ki, sən mənim sualımı təhvil alasan, amma almaq istəyirsən, alırsan da. Aldım, vurulursan. İndi mənə bax. İmkan versən danışaram da mən də. Vallahi verirəm, danışmırsan. Bax, mənim gözüm var. Var. Bunun gözü var. Hətta var deyir. Bayaq demirsən var. Aha, bayaq demirsən var. Bu yaşayır. Yaşamır, onu biz istifadə edirik, o yaşamır. Ada yaşayır da, tullanmayıb da, yaşayır da. İstədirsən yaşayır. Yaşayır. İstifadə edirik. Yaşayan sənsən, biz onu istifadə edirik. Hadi istifadə bateriyası var bunun. Hərəkət elətdirirsən, bu yaşayır. Bunun yaşama metodu budur. Bateriyası var, ışıq verir. Səndən indi bunu da xırdalayım sənin üçün. Olmadı ki, məni niyə yorursan? Yox, yormuyorum. Axı özünü özü yorursun. Deməli, suala qayıdıram. Yəni, yoldaşlar, qonaqlar, 365 nəfər xoş gəlmişsiniz. Kanalıma abunə olun. Kanalıma abunə olun. Allah bərəkət versin. Sual vermişəm, ateist yoldaşda Asifdir. Yaxşı insandır. Mən ünsiyyət qururam, görürəm ki, həqiqətən yaxşı insandır. Qarşılıqlı. Ona kimi dinləyin. Asiflə mənim söhbətim çox mükəmməl olaraq sona bitəcək inşallah. İnşallah. Həyatda da inşallah görüşəcəyik. Bax, İnşallah. Asif deyir ki, insan təbiətin içindən bax belə çıxıb. Birdən çıxmadı, axıcan, birdən çıxmadı elə. Yaxşı, indi birinci qənd idi, sonra oldu şey... Formalaşdı, axı, formalaşdın sən. Oldu, hətta sonunu deyirəm də, sonunu ormanların içərisindən bir insan çıxdı. Yaşlıların içindən bir insan çıxdı. Yox. Formalaşdı, çıxdı deyil, formalaşdı. Hə, yaxşı, formalaşdı. Bəli. Hələ də formalaşırsan ha, sən hələ bitməmisən ha. Hələ də bugünkü gündə sən formalaşırsan. Tamam, mən formalaşıram. Bu da eyni hadisədir. Bunu mən belə çıxartsam, inanarsan sən Asif? Yox, inanmaram. Niyə? Mən ki necə dünyaya gəlmişəmsə, elə inandığın kimi buna da inan da. Niyə inanmırsan ki? İcazə versən. Bunu yaradan var, məni yaradan yoxdur. Allah bunu ye, bunu. Tamam, tamam. Bunu yaradan var. Mənə bax, özüvə bax, dişlərimə bax. Mənim dişim yoxdur, tökülüb almışım. Sənə bir dənə də sual verim, bax. Diş ağrısı yoxdurmu? Diş ağrısı da, diş ağrısı. Kanalımıza abunə olun, kanalımıza abunə olun. Təsəvvür gətir ki, sənin
ətibin içindən sümüyü çıxardırlar, və belə sümüyü çıxardırlar sənin. Nətər olarsan? Pis olarsan. Bəli. Amma sən uşaqlıqda bunu hiss etmədən damaqlarının içindən dişlər çıxır. Amma sən pis olmursan, ağlamırsan, eləmirsən. Bu Niyə nətər ağlamır olur? qardaş? Bu nətər Bax, olur? bax. Sən yox, bax. Bu nətər ola bilər ki, sənin sümüyü kimsə çıxartsa bədənindən çıxartsa, sən ağrıyacaqsan, pis olacaqsan, bəlkə də ölə biləcəksən. Amma damağın içərisindən ətləri deşə-deşə, əti deşə-deşə sümüklər, acı dişlər, kəsici dişlər, əzici dişlər çıxır. Bəli. Nətər ola bilər? O uşaq niyə ölmür? Nətər olur buna? Bax, icazə verirsən də danışım. Söz sənindir. Buyur. Kanalıma abunə olun. Təşəkkür, bəli. Bax, Əxican, demək hər şey demək təkamülə bağlanır. Təkamül deyilən bir şey var. Biz formalaşmışıq Əxican. Bax, uşağımız var da, mənim 2 qızım var. Mənim 5 dənə övladım var. Maşallah. Allah xeyirli eləsin, Allah bərəkət versin. Təşəkkür. Ay sağ ol. Allah əməli salihlərdən eləsin. Sən ateist deyilsən, ha kişisən. Yo, təzə çıxmışam, axı hələ başımdan çıxmayıb o. Eşitsən? Oxuyurlar da elə deyilmi? Oxuyurlar, elə deyilmi? Necə? Oxuyurlar orta məktəbdə. Nə gözəl. Oxuduğu kitablarda hansısa bir Allahın adı geçirmi? Mən neyinirəm o dünyavi? Olmadı ki, Əxican. Sual verim, ya hə verirəm də. Ya hə denir, ya yox deyinə də. Neynirəm demə, ya hə, ya yox. Sual verirəm, Neynirəm demə də, Əxican. Hə ilə yoxla olunmur axı, mən aydınlıq Olur, Əxican, olur. Niyə bax, sən mi deyilsən, bax görürsən, Əxican, hansı kitabında məndə Allah olmur. sözü geçir? Sualı mənə ver, mən... Əxican. Bir dəqiqə də bax, sən danışdın, mən sustum. Suallarıma Sual cavab verirsən verdin. axı. Mənə sual versən, kanalıma adını Cavab ver, sən də mənə cavab ver. Ya hə, ya yox. Oxuduğu kitablarda, orta məktəb kitablarında Allah insanı yarattı deyə bir şey geçirmi? Mən olar buna biraz aydınlıq verim, yoxsa yox? Bu suala Qısa ilə də, qısa ilə. Qısa elə. Birinci, mənə lazım deyil ki, dünyavi bir dövlət öz kitabında... Mən soruşmam, sən lazımdır ya yox. Deyirəm, keçir, keçmir. Deyirəm. Yoxsa sən mənə sual verirsən, qoy mən cavab verim də buna. İndi uyğun olmasa... Lazım olub olmamanı soruşmam. Deyirəm, keçirmi? Deyək ki, keçmir, yaxşı. Buyur. Abso da aşağı ol. Keçmir, elə deyilmi? Tamam, keçmir də elə deyilmi? Bir dəqiqə də sus, bir dəqiqə, keçmir ki. Yox, deyək ki, yox, mən bilmirəm. Tamam da keçmir. Yaxşı bilirsən, sən orta məktəbi sən də oxumusan, mən də. Keçmir, qardaş, mənim məktəbi oxudum. Mənim 45 yaşım var, mənim 45 yaşım var. Mən indiki yəni şeyləri bilmirəm mən. Yəni kitabın içərisində. Orta məktəbi oxumusan da? Hə. Hansısa kitabda deməyib ki, yer kürəsini Allah yarattı. Elə bir şey termini... Mən insanın fikri lazım deyil, qardaşım. Bu da tamam da, Əxican, bir dəqiqə də gəl, indi söz verəcəm sənə. Mən susacağım, mikrofonu söndürəcəyəm. Sən danışasan. Uşaqların oxuyur və orta məktəbdə təhsil alırlar, elə deyilmi? Hə. Orada heç bir kitabda Allahın adı geçmir. Ya təkamüldür, ya fizikadır, ya kimyadır, düzdür ya yox. Ya riyaziyyatdır, biyologiyadır, bu elmlərdir. Düzdür ya yox. Mən bilmirəm axı, mən bilmirəm. Yox, olmadı, Əxican, yox. Abi Allah haqqı bilmirəm, vallahi bilmirəm. Mən susuram, sən danış. Yox, mən bilmirəm axı, mən yalandan deyim, hə. Vallahi oxumam. İndiki kitabları oxumamışam. Deyərəm, yox. Uşaqlarla məşğul olmursan, qardaşım, bax, uşağınla məşğul olmursan sən. Uşağımla məşğul oluram, prosta mən bilmirəm. Yaxşı, belə deyək, mən sənə deyərəm, öyrənib deyərəm. Amma belə, ağlımdadır ki, keçir. Keçir, bir sən necə keçir, mən sənə deyim. Bir dənə orada yüngül var, keçir ki, belə bir din var. Bax, görürsən, sonra deyirsən mənə sözüm ki, mənə niyə yorursan, bax, keçir, özün deyirsən keçir. Yüngül var, belə keçir də, bax. Ahdan keçdi. Qardaşım, qardaş keçir də.
Deməli keçir də. Necə keçir? Ümumi məlumat kimi keçir ki, dinlər var. Xristian dini, İslam dini belə keçir. Ha. Amma sənin Allahın haqqında orada heç bir şey keçmir. Ha nə olsun? Ha, nə olsun, deyim nə olsun. Niyə uşaqlarımı aldadıb məktəbə göndərirsən? Niyə xainlik eləyirsən? Bax, sual verdin, cavab verim sənə. Buyur. Birinci, biz yenə mövzudan yayındıq. Amma belə, bunun cavabını verəcəm sənə. Bunun cavabını verəcəm. Mənim 3 dənə uşağım, məndə vəziyyət başqadır. Damaşna obuçeniyadır. Bilmək istəyirsənsə, damaşna obuçeniya. Fərq yoxdur, fərq yoxdur. Damaşna obuçeniya bilirsən də nədir? Öyrədirlər. Ay sağ ol. Mən belə bu cür ayrı mövzuda qoymuram da, başa düşdün? Damaşna obuçeniya. Cavab oldu. Bu bir. İkinci, bir kafirdən elm ala bilərsən. Bu iki. İslam dini icazə verir. Vəssalam, iş bitmişdir. Bədirdə olan müşrikləri əsir tutanda Allah Resulü dedi ki, canınızı qurtarmaqdan ötürü müsəlmanlara yazı pozu öyrədin. Bu mənim dinimdə var ki, kafirdən elm öyrənmək olar. Başqa, mən sən başqa bax, sualdan yayınırsan. Asif, olmadı ki. Sən yayınırsan, axıcan. Bax. Asif sən... İndi bir dəqiqə. Ha. Uşaqlar böyüyürlər, elə deyilmi? Kanalıma abunə olun, Bəli, böyüyürlər. Böyüyürlər. Soruşmayacağım neçə yaşı var, qız da oğlandı. Heç bir fərq yoxdur mənim üçün. Təhsillərini davam etdirəcəklərmi ya yox? Mən onları neçə ildir görmürəm, məndə başqa söhbətdir. Deyil. Tamam olsun, fərqi yoxdur. Axı, o mənim üçün heç önəmli də deyil. Sən onu görürsən, görmüsən, evlisən, boşanmısan. O mənim üçün əxlaqımın kənarındadır. Mən əxlaqsızlıq olar ki, mən sənin ailən haqqında soruşum, mənlik deyil o. Təhsillərin davam edəcəklərmi ya yox? Edirlər. Bu dəqiqədə edirlər və edəcəklər də. İnşallah edəcəklər, düzdür ya yox? Yəqin ki, ali məktəbə girməyini istəyərsən. Valla, mənə istəməyə bağlıysansa, mən istəyirəm müsəlman kimi dünyasını dəyişsin. Vəssalam. Mənim üçün önəmli olan budur. Harada oxusunlar, harada təhsil alsınlar. Önəmli olan budur ki, Rəblərini hansı sahədə olursa olsunlar, Rəblərini unutmasınlar. Bu Tamam. Rəbb işinə qarışmıram. Bax, Allahların tanısınlar. 20 qəpikdir. Əxican, Allahların tanısınlar. Mən ona qarşı gəlmirəm. Bax, mənim üçün heç bir önəmli deyil. Amma onların oxumaq üçün sən razısanmı ya narazısan? Mən razıyam ki, bir müsəlman elmli olsun. Çünki ilk ayə oxu, Rəbbinin adı ilə oxu. 75-ci surənin 16, 17, 18, 19-cu ayələrsində deyir, İslam dini vəbşi ümumi olaraq oxumamazdır. Yəni cahilliyə qarşıdır. Yəni oxumaq lazımdır. İlk olaraq ayətimiz birinci olaraq bununla başladı. Ya Muhammed, oxu, Allahın adı ilə oxu. Asif, buradasan. Asif çıxdı, mən heç nə eləmədim. Kanalımıza abunə olun, Kim qoşulmaq istəyirsə buyursun. Amma Asif yaxşı insandır, ümidvaram ki o... Aleyküm salam, bağışlayın, mən salamları opşu olaraq alıram. Aleyküm salam. Çünki söhbət eləyəndə, həqiqətən oxuyanda fikrim dağılır. Leylin deyib, bəli, Leylin. Ramastasito Leylin. Leylin dedi. Kanalımıza abunə olun, kanalımız çox. Təşəkkür edirəm. Allah sizə və sizin ailənizə xeyir və bərəkət versin. Kanalımıza abunə olun, kanalımız möhtəşəm kanaldır, həqiqətən. Yəni ki, bugün də filmlər paylaşım edirəm. Kim çıxmaq istəyir? Söhbət eləyək. Biz də Sumqayıtdayıq. Siz Sumqayıtı göstərdiniz. Gəlin, axşam bazar, gəlin. Bazar açmışıq burada. Bu mikroyunun içində bazar açmışıq. Bazares. Zəhmət olmasa qoşun. İstə yatın. Mən TikTok'a çoxdan girə bilmirəm.
İstə yatın. İstə yatın qoşun. Aha. Kimsə gəlib, xoş gəlib. Qəbul edin. Aha. Burada çox adam var imiş, subhanallah. Mən tanımıram, Salam qoşduqlar. aleyküm qardaş. Aşqamınız xeyir olsun. Allah Aleyküm ruzunuzu salam. versin. Təşəkkür edirəm. Aleyküm Qardaş, salam. bəxsi qardaş hara getdi? Bilmirsiniz, qoşula bilərmi? Mən əl dəymədim, mən çıxartmadım, özü çıxdı getdi. Yəqin telefonda bir problem Bilirsiniz, oldu. ona bir sual vermək istəyirdim ki, deyir orta məktəblərdə Allahın adı keçirmir. Tutaq ki, keçmir Allahın adı. Bu nəyə dəlalət edir? Nəyi sübut gətirir? Prosta Orta mən- məktəblərdə üzr Bəli, istəyirəm. bəli. Orta məktəblərdə metafizikadan, substantiv varlıqlardan, DNT quruluşundan, neyron hüceyrələrindən, amin turşularından bunlardan da bəhs olunmur axı. Biz indi bunları inkar edək ataq. Mən orta məktəbi də oxumuşam, ali məktəbi də oxumuşam. Mən ali məktəbdə ali riyaziyyatı oxuyanda orada elə bir şeylər gördüm ki, mən orta məktəbdə mənə keçilməyib. Orta məktəbə görə onları inkar eləyək məyəm? Metafizikanı biz inkar eləyək məyəm? Nə olsun orta məktəbdə uşaqlara keçirilmir. Anatomiya orta məktəbdə uşaqlara keçirilmir. Sadəcə biologiyanın səhti prosesləri keçir. Biologiya səhti keçir. Biologiya gedəsən, tibb universitetində oxuyasan, deyəsən ki, məktəbdə oxuduğum mən heç nə imiş. Cəmat mən dostum var, sinif yoldaşımdır. 5 il tibb universitetində oxudu. Ondan sonra getdi magistratura oxudu. İndi onun universitetində oxudu deyə məktəbi inkar eləsin, yoxsa məktəbdə oxudu deyə universiteti inkar eləsin. O arqument düzgün arqument deyil. Mən istədim qardaşıma deyim ki, siz nəyə görə gətirmək istəyirsiniz ki, orta məktəbdə Allahın adı keçirmir? Yəni nəyi dəlalət gətirmək istəyirsiniz? Mən bir söz demək istəyirəm. Nə dedinizsə həqiqətən doğru dediniz. Buyur qardaş, qardaş, buyurun, xoş gəlmisiniz. Salam aleykum, necəsiniz? Aleyküm salam, elhamdülillah. Mən Yaxşı. də bayaqdan atmışdım istəyi, bir-iki sualım var idi, çox təəssüf çıxdı canlıdan. Ona sualım var idi ki, bəlkə də burada aşağıdan izləyir o. O hamısını, bütün məsələləri təkamülə bağlayır da. Ondan soruşmaq istəyirəm ki, indi təkamül, o dediyi təkamül indi niyə davam etmir? Aha, Bəli. qoşuldu deyəsən. Hal-hazırda o təkamül niyə davam etmir? Məsələn, təkamül davam eləyərsə, əgər bizdən zaman-zaman boynuz çıxsın, zaman-zaman 2 əlimiz, 3 əlimiz olsun, 4 ayaqlı olaq, nə bilim, boyumuz uzansın 2 metrəyə, bu təkamül niyə dayandı ki? Sual verim Quliyev. Asif, sənə sual verirlər. Asif bəy, Asif özü çıxdı, mən dəymədim. Deməli, mən bir söz demək istəyirəm. Təsəvvürə gətirin ki, bir oyun oynuyorsunuz, oyun. Məsəl üçün Maria, mən nə bilim, hansısa bir oyunçu oynuyorsunuz. O gedir, ev tikir, iqradadır, bir iqradır. Ev tikir, yemək yeyir, orada öz evini böyüdür, döyüşür və s. Ona desən ki, səni düzəldən birisi var, sənə baxır, o inanmayacaq. O da deyəcək ki, yox, nə danışsan, mən yaşadığım iqranın içərisində, mən yaşadığım həyatın içərisində o yoxdur ki, mən onu görəm. Aydındır. Bu da eyni bir şeydir. Eyni bir şeydir ki, həqiqətən də bu ateistlər, ay ateist, sən bu boyda planetlər var, bu boyda ulduzlar var, ulduzun içlərində yerlər var. Sən hardan bildin ki, burada yaşayış var? Gəlib Buradayam düşdün sən yazıb. Buradayam yazıb, qoşun zəhmət olmasın onu. İstə yatsın, istə yatsın. Bayaq yazmışlar, o gəldi, getdi, onda yazmışlar. Hə. Əslində bu Asif bəy belə söhbətdə hiss edirəm ki, şeydir, o qatılaşmayıb da, hələm də onun qəlbində bir şey var. O bayaq elə belə demədim, Allahı söyə bilərsənmi, ləhnət eləyə bilərsənmi? Mən o davlə inanı yoxlamaq istədim ki, görün bunda Allah haqqında vəziyyət necədir. O gündən biri ilə söhbət edirdim, elə TikTokda. Söhbət edirəm, deyir Allah yoxdur, Allah yoxdur. Dedi, mən ona nifrət eləyirəm. Dedim, elə sən bu sözünlə sübut ispat etdin ki, Allah var. Dedi, necə sübut ispat etdim? Dedim, nifrət etmək yalnız olan bir şeyə olunur. Nifrət etmək yalnız bir şeyə
o var ki ona nifrət edirsən də. Gəldi. Quliyev Axı salam. mən divi Salam aleyküm. Axı mən divi də söymürəm. Yoxdur, heç o da yoxdur. Superman də söymürəm. O da Quliyev. yoxdur. Qardaş üzr istəyirəm. O bir Mən əxlaq, o bir əxlaqdan da abi. Başa düşdüm səni. Mən səni polnu başa düşdüm. Quliyev. Nifrət eləyirsən? Buyur. Nifrət eləyirsən? Yox, niyə eləyim? Niyə Bir dənə eləyim? üzr istəyirəm. Mən Quliyevə buyurun. görə gəlmişəm bura. Ona bir sual vermək istəyirəm. Buyurun. Sual elədiniz Buyurun. ki, orta məktəb kitablarında Allahın adı keçirmi? Yəni bunu nəyə əsasən dediniz? Orta məktəblərdə metafizikada, substansik varlıqlardan da, anatomik quruluşlardan da keçmir. Bunu nəyə əsasən dediniz ki, Tamam. Allahın adı keçirmi? Tamam. Bax, bir evladımız məktəbə gedirsə, biz onun dərslikləri ilə ən azından məşğul oluruq da, düzdür ya yox? Yəni görüş uşağımıza nə öyrədirlər? Bəlkə orada tərbiyəsiz şeylər öyrədirlər. Bəlkə elə əxlaqsız bir şeylər öyrədirlər. Orada Allahın adını görmürük, düzdür ya yox? Əlbəttə. Amma özümüz ona inanırıq, düzdür ya yox? Düz. Demək biz səmimi deyilik də, uşağı Yox, öyrədilmir. Allahın adı məktəbdə öyrədilmir deyə Allah yoxdur deyə bilərik. Əgər elədirsə biz onda anatomik biologiyanı, metafizikanı, substansik varlıqları da inkar edirik. Bu havanı görmürük. Onda biz havaya inanmayaq ki, yoxdur. Ay sol qardaş, mən də onu da sual verirəm. Yəni məktəbdə Bəli. keçirmir deyə Allahın adı yoxdur. İndi biz deyə Allah yoxdur. Havanı görmürük, gözlə görmürük. İnkar eləyək. Qardaş yenə getdi. Yəqin ki, qardaşının interneti zəifdir, ona Mən görə. mən çatmamışam. Mən vəhşi ümumi olaraq fərqli həmişə tanımadığım adamları çıxardıram ki, ünsiyyət eləyək, söhbət eləyək. Belə bu günləri belə deyək də dərslikdə kulturizm yoxdur və yaxud da ki, hansısa bir insanın müəyyən orqanları varsa, o barədə şəkil yoxdursa, o demək deyil ki, o bizdə yoxdur və yaxud da qadında yoxdur. Əlbəttə ki, var. Siz mənim kanalıma abunə olmusunuz? Yoxsa yox? Oldum bax indi. Hə, olun. İnşallah indi bilmirəm hansı inancdasınız. Quliyev qardaşa gəlmişdim. İndi Quliyev ola bilsin ki, orta məktəblərdən anlayışı var universitetlərdə. Bizdə mən universitet məktəbi qutaran vaxtı 3-cü qrupda ilahiyyatçılıq da var idi. İndi bilmirəm o hal-hazırda durur və yaxud da ki 3-cü qrupdan başqa qruplara keçibdi. Yəni ki, ola bilsin orta məktəbdə bizə uşaqlara əsasən öyrədilən yazmaqdır, hesablamaqdır, ümumi anlayışlardır. Biologiyadan ümumi anlayışdır, fizikadan ümumi anlayışdır. Kimyada elementləri öyrənir. Amma onun dərinliklərini öyrənmək istəyən bir uşaq getməlidir, ali təhsil almalıdır. Universitetdə bakalavr səviyyəsində, magistr səviyyəsində bu təhsil almalıdır. Eyni ilə qaydada da məktəblərdə məsələn bir uşağın inancı varsa, bunu valideyn yönləndirməlidir. Onu ilahi məktəblərə, ilahiyyat mədrəsələrə, Quran dərslərinə öyrətməlidir. Bunu valideyn yönləndirməlidir. Aleyküm salam. Bəli, düz deyirsən. Buyurun. Asıl qardaş, sizə bir sual verə bilərəm. İndi oxumuş insansınız da hər halda. Buyurun, eşidirik. Qədər bildiyim qədər. Hansı elm inkar edir ki, həqiqətən Ərəbistanda o proseslər olmayıb, peyğəmbər gəlməyib, Quran orada nazil olmayıb, o həyatda olmuş proseslərdir də. Hansı elm onu inkar eləyir? Bütün tarix, bütün zaman, hər şey bunu sübut Elə bir edir. elmlə məsələn Bunu heç kim yalanlaya bilməz, elə deyil. Bəli, bəli. Hansı elm, hansı kitab onu yalanlayır ki, peyğəmbər gəlməyib, orada o İslam dini oradan başlamayıb, Quran nazil olmayıb, o proseslər orada olmayıb. Hansı elm onu sübut eləyə bilir? Hansı elmdə yazılıb o ümumiyyətcə? Çox gözəl heç bir sual. elmi dəlil gətirə bilməzlər ki, filan kitabda, filan təhsil Asla, yoxdur dəlil. Bəli. Amma məsələn Elmdə elə bir dəlil yoxdur, onu inkar eləyə bilmirlər, həqiqətən. Quliyev Bəli. qardaş kimi deyə bilərlər ki, məsəl üçün orta məktəbdə keçilmir. Qardaş, orta məktəbdə keçilmirsə, hər bir fənnin öz əhatə dairəsi var, öz araşdırma tərzi var. Ola bilsin biologiya Allahın varlığını araşdırmır, amma biz fəlsəfə elmi var ki, məktəblərdə keçilmir. Fəlsəfə öz bir elmi, bir fən olaraq keçirilmir. Amma fəlsəfənin qolları var ki, metafizikadır, digər fəlsəfə qollarıdır və orada ontoloji fəlsəfə növü var ki, yaradıcılığın bir növ axtarışındadır. Demək olar ki, yaradıcı nədir? Bu niyə belə olubdur?
Hansı proseslərə görə yox, səbəb-nəticə qanununa görə yox. Deyir bu səbəb-nəticə qanunu varsa, bu niyə belədir? Necə işlədiyini axtarmır, niyyəsini axtarır. Yəni hər bir növü fənin özünün axtarış çərçivəsi var. Sən kimyaya deyə bilməzsən ki, təbiətdəki hansı bioloji proseslər gedir. Və yaxud ki, fizikada, biologiyada insan anatomiyasına girib sən deyənməzsən ki, cazibə qanunu nədir? Bunu araşdıra bilməzsən. Hər bir fənin özünün əhatə dairəsi, özünün araşdırma təzi var. Düzdür, İTOK-da fənlərin hamısı 99% olaraq demək olar ki, təbiət elmlərini araşdırır. Amma məktəbdə ilahi elmlər yox, təbiət elmlərini öyrədirlər bizlərə. Qardaş, bir daha hər birinizə təşəkkür edirəm. Allah razı olsun. Mən sadəcə Quliyevə görə gəlmişdim ki, ona bu sualımı verim ki, o nəyə əlaqələndirmək istəyir ki, Allah məktəb fənlərində adı yoxdur. Qardaş, sən də sağ ol. Allah razı olsun. Yayım açırsan, Allah ruzunu versin. Qarşılıqlı. Hər birinizi qardaşlara da, dinləyənlərə də, burada olanlara da qulaq asmağa təşəkkür edirəm. Allah sizə və sizin ailənizə xeyir və bərəkət versin. Amin. Cümləmizin. Buyurun. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Mən həmişə bir sual maraqlandırır. Deyirəm ki, bu səmavi kitablar bizə məlum olan kitablar niyə hamısı ərəblərə gəlib? Təkcə ərəblərə gəlməyib ki, yahudilərə də gəlib. Və yəhudilər də ərəbdir də. Onlar da Qüdsdə yaşayır, ərəblərdir də. Yox. Köklü ərəbdir də. Aha. Belə bir şey var da. Birinci ümumi olaraq bu sualın cavabını vermək istəyirəm ki, İslam dinində və Quran-ı Kərimdə də ayətlər var ki, bəzi peyğəmbərlər haqqında sənə bilgi verdik, bəzi peyğəmbərlər haqqında sənə bilgi vermədik. Ümumi olaraq 20 qəpik. Ümumi olaraq təkcə ərəblərə gəlməyib. Biz bilirik axı, Yahudi başqa, ərəb başqa, onların milli adəti başqa, dinləri başqa, ərəblərin də milli adəti, yaşayışı, kitabları da başqa. Biz onların yaşayışına baxanda fərqli görürük. Buradan elə sizin sualınız burada ortaya çıxır ki, təkcə ərəblərə gəlməyib. Bunu heç kəs inkar eləyə bilmir. Yəni siz niyə bu hələm də bu düşüncədəsiz ki, ancaq və ancaq ərəblərə gəlib? Yolda. Bax, bildik ki, İbrahim Mesopotamiyada yaşayıb. Aha. Sonra Musa Misirdə. Sonra İsa Peyğəmbər Qüdsdə, Fələstində dünyaya gəlib. Bax, bu ərazilərə baxsaq, hamısı ərəb ölkələridir. Bu son zamanda, yəni axırıncı peyğəmbərlərdən bu dördünü götürək, bunlar hamısı ərəblərə gəldi. Deyirəm, niyə bu Kitaylara, niyə nə bilim Hindistana bir dənə peyğəmbər gəlmədi? Niyə bir dənə o Şimali Amerikada yaşayan o Hindulara bir dənə peyğəmbər? Hardan bilirsən gəlməyib? Hardan bilirsən gəlməyib? Olsaydı onların da kitabı vardı da. Var. Məsəl üçün Hindistana peyğəmbər gələnlər var. Siz bir dənə, indi məndə burada ikinci telefon yoxdur ki, mən sizə yəni onu görsədim də belə. Amma siz mənə abunə olun və yaxud da səhifəmə yazın, öz səhifəmə. Mən sizə bunun dəlillərini atım inşallah. Sonra yaxşı, onda Hindistana gəlibsə, niyə onlara müsəlman peyğəmbəri gəlməyib, onları müsəlmançılığa aparmayıb? Belə müsəlmançılığa aparıblar da. Necə ki burada məsəl üçün Quran deyir ki, Allaha ibadət eləyin, insanlar görsən ki, dəvəyə, mən nə bilim, Hacı Leyləyə, 5 barmağı ibadət eləyirlər. Bu problem göndərilən missiyanı öz üzərinə götürənlik deyil ki, onu eşitməyən insanlarındır boynunda olur. Məsəl üçün, Musa aleyhissalam öz qövmünə gəldi, inəyə ibadət elədilər. Onları, yəni Peyğəmbərliyin missiyası budur ki, bütləşdirmədən uzaqlaşdırıb, tək olan Allaha iman gətirmək olub onların missiyası. O insanların problemi olub. Əxican, 1400 il bundan qabaq mı Allahın yadına düşdü, sən müsəlman olmalısan? Bizə dəqiqə bir qardaş da var, ona da söz verək növbə ilə inşallah. Lift. Xeyir olsun, axşamınız xeyir olsun. Axşamınız Yox, xeyir. mən dinləyirəm bəy, sona qədər
sualları verilsin, sonra yavaş-yavaş. Sizin Mən də bəyə Axıcan, Axıcan 1400 il bundan qabaq mı yadına düşdü sən müsəlman olmalısan? Əvvəl niyə yadına düşmürdü bu? kimin, Allahın mı? Mən müsəlman olmalıyam, yoxsa necə, başa düşmürəm. Sual 400 il bundan qabaq sən əcdadların nə olubdu Axıcan? müşrik olan da var, kafir olan da var. Mən nə bilim, cürə bəcür. Tamam. Hamısı müsəlman Tamam. olur. Allah səhmi eləyibdi onları müşrik yaratmaqda. Allah insanı heç vaxt müşrik olaraq yaratmamışdı ki. Və belə eləyək. Tamam da Törpə uşaq doğulan kimi gedir, ikonaya ibadət eləyir. Hansısa bir nəyisə ibadət eləyir. Allah əgər elə yaratsaydı, birinci anadan olandan sonra gedərdi hansısa bir şey ibadət eləyərdi. Yox, niyə xristianlıqdan sonra dedi ki, mənim bu qardaşım, mənim bu yaratdığım müsəlman olmalıdır. Mən bir səhv eləmişəm, xristian eləmişəm. Elə mi olubdu? Yox. Bax, birinci sən, yəni Quran-ı Kərimi, sən deysənə mən müsəlman olmuşam, kitab oxumuşam. Sən birinci Quran-ı Kərimi oxusan, görərsən ki, bütün peyğəmbərlər müsəlman olub. Sən mənə direktimə yaz, mən sənə ayələrlə isbat edeyim. Prosta indi Bir də bağışla axı. Bir də bağışla. Mənə maraqlıdır bu Nuhun gəmisi nə boyda olub ki, bilir ki 3 milyonlarla növ canlılar var. Hər cütündən, hər növündən bir cüt götürülür və onlar nə boyda gəmi idi ki, Nuhun gəmisində bunlar yerləşdi və kim bunlara qulluq elədi, kim bunlara yemək verdi, kim bunların altını bu qədər təmizlədi? aha, gözəl. Birinci, mən sənə bunu deyim ki, xahiş eləm sözümü kəsməyim. Birinci, mən istəyərdim ki, sən yəni ateist olsan da belə, heç vaxt ədaləti itirmə. Niyə? Allah Quran-ı Kərimdə Maidə surəsinin 8-ci ayəsində deyir ki, başqa qövmə olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Bax, mən səni başa düşürəm, sənin müsəlmanlara kinin var. Yox, heç bir kinim heç kimə yoxdur. Mən heç kim bəsləmirəm heç kimə. Mən dedim axı, bir dənə ona çatdırım. Kin müsəlmanda da var. Necə ki İbrahim Aleyhisselam öz qövmünə qarşı kini var idi. Kin pis bir şey deyil. Kin olsun, kin insanda olsun, amma ədalətli olsun. İndi mən sənə nə demək istəyirəm? Birinci, sən bunu istəyirəm ki, biləsən ki, sən bir şeyə istehza edərək, bir şeyi inkar eləyərək, onu məntiqli, onu ağıllı şəkildə publikaya və yaxud da qarşındakı olacaq insana çox mükəmməl olaraq çatdırasan ki, mən düşünüm, mən sənin fikrində olmaqdan ötürü, möhkəm istehza olmadan, kinayə olmadan sual verə bilim. Birinci, sən neçə dənə heyvan dedin? Milyonlarla da növlər. Ay soğuk. Birinci bunu bilmək lazımdır ki, milyon dənə saydığın heyvanları, onu bir deyək ki, belə deyək də, bir mini buzlu okeandadır. Mini buzlu okeandadır. Sən xəritəni almalısın əlivə və sən Nuh Aleyhisselam dönəmindəki olacaq yeri təyin eləməlisən. Görün mən milyon dənə deyə bilərəm, yoxsa yox. Və yaxud da ki, bunu desəm, mənə deyərlər ki, buzlu okeanda olmayıb ki, Rus sayəsi da orada olsun, mən nə bilim, kit orada olsun və s. Burada söhbət, gəl belə eləyək, biz Azərbaycanda qalırıq. Sənə indi sual verirəm. Biz Azərbaycanda qalırıq. Şir görmüsən bizim meşələrdə? Sualıma cavab ver. Hə, yoxla gedəcəyik. Yox. Pələng görmüsən? Yox. Anakonda görmüsən? Yox. Aha, mən bu sayı çoxalda bilərəm. Hardasa bir 1000 dənə heyvan sayacam. Onda bağışla. Ben niye değil ki bütün dünya su altında kaldı? Bizə dəqiqə. Ben niye değil ki bütün dünya su altında kaldı Nuh surəsində? Faik, Asif, hüzürlü saat. Mən dedim axı, qurtarım sonra. İndi də mən yaşadığım ölkədə genlər dəyişərək, heyvanları heyvanla calaq eləyərək heyvanların sayı artmışdır. Mən yaşadığım ölkədə nə
kenguru var, mən nə bilim, anakonda var, şir var, pələng var. Bunlar olmaya. Deməli, o dönemdə də elə bir yerlər olsun ki, orada da heyvanların qıtlığı olsun, qıtlığı. Anlatabilirəmmi mən sənə? Yəni, lütfən, sualı verərkən, Hə. mən sənə cavab verdim də. Buyur. Qur'an'da Nuh suresinde yazır ki bütün dünya su altında kaldı. Öyle değil mi? Bütün Yazmır mı? dünya, bütün Bəli. dünya, Bəli. aha, bütün dünya su altında qalanda, birinci, mən xatırlamıram o ayəti, bütün dünyanı. Nuh suresidir. Bax, onu Ayəsində mənə direktimə atarsan. Hə. Bütün dünya. Bir də Yox. Bircə dəqiqə. Onu mənə direktimə atarsan, bu bir. İkincisi isə mən 180.000 kilometr insan deyiləm ki, bütün dünyadakı olan heyvanları yığam. Mən ancaq öz ərazimdə olan heyvanları götürə bilərəm. Buyur, davam elə. Cavablar Bir verirəm. də El-Kəhf suresinin 83-dən 86-cı ayəsi necə deyir ki, biz Zülqərneyn nə etdiyini də bilirik. Ancaq bilmirəm hansı Zülqərneydən gəldi söhbət gedir. O gedib günəşin batdığı yerə çatdı. Orada günəş bir qara palçıqlı çeşmədə batır. Yerdən milyon dəfə böyük günəş hansısa qara palçıqlı çeşmədən nə tər bata bilər? Sualın cavabı. Başa düşmür. Sualın cavabı. Bu sənin torpağındır. Günəş gəlir. Batdı. Hara batdı? Günəş batmır. Yer özü ətrafında fırlanır. Bizə görə günəş görsənmir sadəcə. Ay sağ ol. Sənin örfündə belə bir şey var. Asif, mən səndən xahiş edirəm, ədalətli ol. Sənin örfündə belə bir şey var. Günəş batdı. Biz deyirik belə bir söz. Sən Allahdan üzürlü say. İnanmırsan da ona görə deyə bilmirəm, Allahdan qorx. Ədalətivə gəl. Biz deyirik mi günəş batdı? Sualıma cavab ver. Eşidirəm səni. Hələm demirik, günəş hədə, belə geçək. Qardaşım, bircə dəqiqə. Batdı. Deyirik yoxsa yox? Ha, deyirik. İş bitdi. İndi keçirik qardaşın sualına. Sən çox Bitmədi sual bir şey. verdin, qardaş. Sən çox sual verdin. Təzə gələn lift. Yəni, batdı sözü o mənadadır. Sən ki, deyə bilirsən, Allah deyə bilmir. Hə, mən yazıları oxuya bilmirəm, adınızı oxuya bilmirəm. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Buyur dedim. Quran əzim. Şad oldum tanışınıza. Əzim, mən biraz tarixi baxımdan bir sual vermək istəyirəm. Buyur. Bu homo nəsillərə homo nəsillərə doğru sual vermək istəyirəm ki, homo sapienslar ağıllı insan kimi günümüzə gəlib bu gün çıxa bilirsə, homo erectuslar, yəni ikinci homo nəsli olan insanların görünüşündə Şumerlərin hal-hazırdakı tabletlərlə çəkilən və onların divarlarına, daşlara yazıldıqları həmin o çərçivə və yaxud da görünüşlərin hansı bir nəsildən ibarət olduğu bilinirmi və yaxud da yəni burada və yaxud da həmin hansısa bir insan qövmü, insan nəsli yaşayışı eyni bizim kimi olubmu ki, düzün deyirsiniz, Quranda belə bir ayə var, başa düşəcəm, yəni bunu demək istəyirsiniz ki, Quranda biz bir qövmü məhv etdik bir ayəsi var, bu söz, onu gəlib şey deyəcəm. Əgər bu qövm məhv olunan bir hissəsi həqiqətən olubsa, niyə onların bir dənə olsa, belə də bir sümüyü, bir deyintəsi, bir sübutu olmadığı müddətdə biz bunu sadəcə söz olaraq qəbul edib Şumerləri gözdən kənar qoyuruq. Mən üzürlü say, mən havadır, küləklidir, mahnı və burada klientlər və s. Amma belə başa düşdüm ki, siz demək istəyirsiniz ki, bir dənə sualı, bir dənə yığ, mənə ver, yığ elə bir ki, yığ bir dənə mənə ver. Yaxşı, daha biraz sadələşdirəm. Aha. Tarixə baxdıqda hal-hazırda bizim homo nəsli, yəni 4-cü homo nəsli olduğunu bildirirlər. Elmi cəhətdən. Mən bir yana deyirəm, İslami cəhətdən demirəm. Şumerlərin hal-hazırda tabletlərinə göstərdiyi dəlillər. Assalamu aleykum və rəhmətullahi və bərəkətuhu. Aleyküm salam və rəhmətullah. Buyur. Göstərilən dəlillər. Əgər o qalıqların, yəni Qurandakı ayə ki, biz bir qövmü məhv elədik, bu ayəni götürərək,
Həmin o dəlillərdə bir Quran ayəsi, yəni bir cümləsi var, amma və lakin buna dair bir dəlil yoxdur ortada. Yəni nə məna dəlil? Bir sümükmü, bir qalıqmı, heç bir şey, heç bir ortada bir tarix, axırıncı bir mənbədə bir sübutu yoxdur burada. Dəlil var. Sualı Nədir? tam olaraq təhvil təslim aldım sizdən. Yəni siz görün mən düzmü başa düşdüm sizi. Yəni siz demək istəyirsiniz ki, müəyyən qövmlər var ki, onlar həlak olmuşdu. Müəyyən qövmlər var həlak Quran olmuşdu. ayəsinə görə, bəli. Hə. Amma onlardan bir kimsə gedib üstünü açıb göstərməmişdi ki, hə, həqiqətən də Allahın belə bir Arxeoloji dəlil də ola bilər. Hə. Məsəl üçün Lut əleyhissalamın qövmü Qurani-Kərimdə keçir və Mən Quran-Kərimdə olanı deyirdim, bəli. Amma sübut olaraq, yəni sübut olaraq bu Ne kadar istiyorsan sübut olarak bak. var, nə qədər Git istəyən Mısır, var. bəli, Petra var, Bəli, Iordaniyada. Petra, git bak. O da Petra. Zəhmət Sonra olmasa Kapadokya Türkiye'de. Ay kardeş biz de okumuşuk da biz de biliriz ne var. Zəhmət olmasa, tövbə Kapadokya var zamanı. Türkiye'de. Petra var Siz səhv Iordaniyada. deyirsiniz. Mısır'ın Səhv piramidi, deyirsiniz. Luxor doludur. Keçmiş nesiller bunlar hamısını tikip. Kim tikip bunların hamısını? Ki hamısını məhv elədi Allah Subhanahu taala. Bu bir. İkincisi, bir tane sual verim çıkacağım kardeş. Annem gelir indi gedirəm. Ben bütün buradaki ateistlerden soruşmak istedim. Ben o gün Samir Pürrenginde girmiştim. 2000 nefer adam vardı. O sualı verdim. Neçə gündə o danışır ateistlerle. Bak bizde namaz kılanların, müminlerin Mekke Medinesi var. Düzdür kardeş. Kur'an kardeş düz demirəm kardeş. Bütün dünya onu bilir. Bir tane ateistlerin yerindeyim dünyada ki siz arada yığışırsınız. Simpozium, konferans, yığıncaq yoktur. Bir tane de yerimiz yok. Bütün var qardaş, bir dəqiqə yavaş. Harda var? Harda ateist? Bütün bir dəqiqə deyim də qardaş. Harda var? Harda var? Ya ateistler Bir dakika harda? deyim de Ben kardeş. 6 yaşım var. Asif bəy, Hiç eşidip görmemişim ateistler bir yere yığışsın. Dünyada Zaman için, Mekke пожалуйста, Medine'si. да, пожалуйста. Где есть? Подожди, Пожалуйста. где есть? Скажи, назови, где есть? Подожди, подожди, не слушай его. Весь мир для нас. Скажи, где есть такое в мире место, где атеисты собираются? Rica edirəm tərbiyəsiz eləməyin. Sual versiniz. Где есть такое место в mire? Azərbaycan dilində xahiş edirəm. Bu bir, ikincisi bir dakika, ikincisi. Bir dakika Ateist, xeyri. bizim Kur'an-ı Kerim var. Ya her gün Kur'an-ı Kerim Bu sizin okuyoruz. tərbiyənizdir. Namaz kılanda da Kur'an-ı Tərbiyənizi Kerim'e bizə ayetler göstərin. okuyoruz. Bir dakika diyen. Bir tane Hey, ateistler bir değil, bir dakika tane kitabımızda değil, Kapital Karl Marx. Hangi kitap var ki siz her gün okuyorsunuz? Biz her gün 3 milyar insan, en azı da 3 milyar insan Müslüman var. Onun en az 70-80% namaz, 60% namaz kılır. Her gün Kur'an-ı Kerim'de ayetler okuyoruz. Bir tane kitap diyor ki siz ateistler orada kitap okuyasınız. Bir cümle her gün. Düz demirəm Kur'an. Oxuyuruq biz. Her şey göz qabağındadır. Вы проиграли. Bak kimdəsiz. Lenin, Karl Marx, Friedrich Engels. En tanınmış ateistler var. Biri de kalbide yaşamır. Ama peygamber hamısı kalbimizde yaşıyor. Ay tövbə. Uşaqların adlarını ondan veririk. Tərbiyəli olun. Ya bunu olmuşsunuz Allah bəs Yaşlı başlı insansınız. Ümumiyyətlə bugün Bak fikirləşin. burada 200 nefer adam var. Neçə nefer adam var? Ağa bəy, bir dakika. 141 nefer adam var. Ben düz demirəm. Ben düz demirəm. Bir tane de yeriniz yoktu ki bir de burada yığışasınız. Bugünkü gündə nə verir? Sizi təbrik edirəm. Afqanistan artıq 9 yaşında qızların ərə getməyini rəsmi qəbul elədi. Yalan Sizi təbrik danışan, yalan edirəm. danışan Allah Deməli- belasını versin. Benim dostum Namussuz yardım göstərsən, sübut eləsən, tövbə, qəbul Böyle eləyərsən. şey yoktu. Yalan danışmayın burada. Namussuz yazısında bu Kimdi? var. Qəbul Yalan eləyirsiniz danış bunu. Allah belini kırsın. Allah Mən sizi mahv namussuz eləsin. yanı sizə sübut eləsəm, qəbul Müşrik yığını, eləyərsiniz. kafir yığını. Sübut Öptüm seni eləsin. kurban Kur'an. Allah'ım emanet. Selamun aleyküm. Не надо оскорблять. Оскорблять не надо. Asif bəy, indi mən sizə bir sual vermək istəyirəm. Uspakoysa müsəlman. Bir dənə xahiş istəyirəm. edirəm, sözümü bölməyin də, xahiş edirəm. İndi bu olunan əxlaqlı və tərbiyəli şəkildə idi, yoxsa əxlaqsız və tərbiyəsiz şəkildə idi? Yəni tələskənlik var, tələskənlik Bəli. var. Bəli. Səbirsizlik və tələskənlik var. Yəni bir adama da Elmi çatmayanlar elə edir. demək olmur İndi ki, bəli, mən necə bir müsəlmana yaxşı baxın, baxın bu vəziyyətlərdə görünən bir şeydə. Tələskənlik Mən var. bir sual vermək istərdim. Bu Tanrının əxlaqı idi, yoxsa hardan gəldi bu əxlaq? yox. Gəlin belə eləyək. Mən buna Yox, cavab əzizim, verim. Mən sualı tez-tez verim, sonra üzr istəyirəm, nə deyirlər ona? Məcbur eləyim, et qoymayım danışma, sonra deyim sağ ol, mən getdim. Düz. Böyle Mən sizin fikriniz əxlaqsız sayılmır əzizim. gəlin belə eləyək də. Mən heç kəsin xətrinə dəymək istəmirəm. Bunun adını qoyacağam tələskənlik, səbirsizlik. Bu kifayət eləyər də mənə elə gəlir. Yox. Yox, mənim üçün yox əzizim. Həqiqətən mənim üçün. Gəl belə eləyək Kifayət də. eləməz. Bax, Yox. mən sizlə danışıram, bəy deyirəm, üzrüsəm əxlaqlı yanaşmayla davranıram. Amma eynisi mən burada bunu etsəm, həqiqətən də bu əxlaqlı yanaşma olmaz. Bu radikallıqdır. Bir şeyi, bir fikri
yürütmək bir radikalizmdir bu. Bu Gəlin belə radikallıq. eləyək. Buyurun. Bunun üzərində qalmayaq. Bu fərdi olacaq insanların öz xasiyyətidir, xüsusiyyətidir ki, bu olunur. Allah Allahdır ki, İblislə söhbət eləyəndə iblisin sözünü kəsmədi. İblisə sual verdi. Əlimlə yaratdığım Adəmə niyə səcdə etmədin? Və iblis danışır. Və Allahın sözünə, kəlamına baxsaq Quran-ı Kərimdə İblisin belə sözünü kəsmir. İblis özünü ifadə eləyir. İblis özünü bütün cümlələrini deyir və sonra Allah danışır. Yəni hansısa bir müsəlmanlarda nöqsan olarsa bunu bağlamaq olmaz Allaha. Bu fərdi olacaq insanın özünə aiddir. Bir də ki, siz sualınıza qayıtmaq istəyirəm. Əzizim, bunu bir dənə söz deyim, olar səsini bağlayacağam. Əgər mən Tanrının müdafiə çıxmışamsa, burada Tanrının əxlaqlı şəkildə elə bir müdafiə etməliyəm ki, Tanrının mənə verdiyi əxlaqı burada onun nümayiş etdirməliyəm, yaxşı mənada. Əgər mən bunu üzr istəyirəm, belə bir şəkildə və bundan artığını da eləyirəmsə, burada ilk növbədə mən nə Tanrının əxlaqını nümayiş edə bilmədim. Ki, beyinə ilk psixoloji bu gəlir. Görən bu əxlaq budurmu? Psixoloji durumundan baxıb deyirəm buna. Mən düzgün başa düşün. Bəli, mən demirəm üzrsən siz əxlaqsız və ya da çox söz üzrsən, yəni bir tanrı varsa da o əxlaqsız, mən bunu heç vaxt demirəm. Demərəm də. Radikal çıxışı mən sevmirəm. Buyur əzizim, sualımı. İndi siz bax belə bir söz dediniz. İndi mən bunun üzərində qalmaq istəmirəm, keçirəm. Siz dediniz ki, bu Allahın örgətdiyi əxlaqdır. Yox, siz axı bilirsiniz axı bu belə bir şey etmək olmaz. Bu sözü dilə də gətirmək olmaz. Mən bilirəm, düşmənçilik var. O düşmənçilikdə söhbət edərkən susqunluq var. Amma o sözlər var ki, onu mənə demək olmaz. Necə ki, dedim bunu, eyb olmaz. Öz vicdanıma, öz bayrağıma ki, mənim heç bir insan düşmənçiliyim yoxdur. Düşüncələrinə ola bilər, amma insanın özünə yox. Çünki o da mənim qanımla, o da mənim canımlandır. Ümumi olaraq hər kəsin bir düşməni var. Biz bu günləri kimdənsə Bəyə dedim, bəy baxımdan, bəy düşüncə baxımdan dedim. Yəni üzrsən başqasını demirəm. Hə. Sizin də düşməniniz var ki, kimdənsə hansısa bir dövlət, bizim dövlət savaşsa gedib orada vuruşacaqsınız, vuruşacağıq və s. düşmənçiliyimizi göstərəcəyik. Bunun üzərindən də keçdim mən. Deməli, siz bəyə sual edərsiniz ki, o qövmlər hanı? Sayıram mən. Birinci, Quran-ı Kərimdə, məsəl üçün, Fironun səcdə etməsi, bu hamıya məlumdur. Üzürlü sayın, Allahı inkar eləyənlər də bilirlər ki, Fironun bir səcdə yeri var. Hə, tamam, kimsə deyə bilər ki, ayəti əyaqda saxlamaqdan ötürü bir fiqur qurmuşdular orada. Mən inanmıram. Amma biz neyniyə bilərik ki, Musa Aleyhisselamın əlindəki olan əsa yoxdur ki, əlimizdə öz sözümüzü sübut və ispat etməkdən ötürü möcüzə görsədək. Biz ünvan deyərik, yer görsədərik. Biraz da maliyyəmiz olsa, bunu ispat eləyə bilərik. Bu günləri inkar, həmçin də qəbul. Kör-köranədir, ədalət yoxdur. İnkar edirsən, mən ümumi olaraq danışıram, inkar edirik, ədalətsiz olaraq, elmsiz olaraq, cahil-yana olaraq inkar edirik. Düşmənliyimizi ortaya qoyaraq, arxada da özümüzdən xəbərimiz olmadan cəhaləti sürmüş oluruq. Bir dəfə bir günləri hədis inkarçıları ilə Ramazandayam, söhbət eləyirəm. Mənə deyirlər ki, mən qızıl taxmışam, bunun haram olmasına aid olacaq ispat elə mənə. Subut eləmək ki, mənə ki, ay elçin, qızıl haramdır. Mən dedim ki, vallahi bunu subut etmək çox hasandır. Dedi, necə? Dedim, indi, gəl belə eləyək də, insan üçün, kişi üçün xeyirli olacaq dəmirlər var, yeməklər var, geyimlər var. Qadın üçün də yeməklər var, geyimlər var. Gəl gedək, pul qoy. 1000 manatmı, 2000 manatmı, mən bilmirəm. Pul qoy, görək bunun kişi bədəninə, qızılın, axı haramın ziyanı olar da, elə deyilmi? Haram elə belə Allah haram deməz ki. Haram elə haramdır, deməli bir ziyanı var, bir zərəri var deyənə Allah onu haram buyurur. Dedim ki, gəl gedək baxaq, görək kişi bədəninə ziyanı varsa,
ziyanı varsa haramdır, iş bitmişdir. Sənin də bu hədislərə inanmaq məcburiyyətindəsən. İndi də mən sizə deyirəm, əgər siz bu günləri deyə bilərsiniz ki, müsəlmanlar öz kitablarını qorumaqdan ötürü Misirdə, orada, burada dövlətləri ələ almışdılar və hamını kandırmışdılar. Ora bir heykəllər qoymuşlar, sümüklər qoymuşlar. Öz ayələrini təsdiq etməkdən ötürü. Yox, deyə bilərsiniz. Bəy, mən bu sualı vermədim. Mənim sualım tamam başqaydı. Yox, yəni demək istəyirəm ki, bu günləri siz əgər belə deyək də keçmişdən qövmlərin, millətlərin həlakını görsət deyirsənsə, mən sənə ancaq ünvan deyə bilərəm. O gedib orada görərsənsə, inanmasan, artıq bir dənə yolun var. Çoxlu maliyyən olmalıdır ki, onu sən DNK eləyəsən, həqiqətən də bunun yaşı o dönəmlə uyğun gəlir, yoxsa yox. Bu günləri inkar eləmək, yenə deyirəm, elmləndir, qəbul etmək də elmləndir. Buyur. Bağışla. Üzr istəyirəm. Mən qalıntıların sübutu baxımından dedim. Yəni bir həmin o qoyumları baxımından insan qalıntılarının bir sübutu varmı? Mən onu sual vermək istəyirəm. Ki o da o qoyuma baxımından hələ indiyənə qədər alimlər belə, yəni elm onun bir sübutunu göstərə bilməyib. Mən bunu demək istəyirəm. Siz indi baxır hansı alimlərə müraciət eləmisiniz? Məsəl üçün dünyavi olacaq alimlər də, İslami olacaq alim. İslami alimlərə də müraciət eləmişəm bu barədə bu sualımı. İndi mən siz mənə desəm ki, üzr istəyirəm, mən bunu Xameyni familiyası yadına çıxdı. Ona da sübut. Seyyid Əl-Xameyni. Aha, bəli, Seyyid Əl-Xameyniyə də bunu yazmışam birbaşa ola öz şeyinə. Hətta Sistan Əl-Üzmani bunun özünə də birbaşa yazdım. Azərbaycanda olan ilahiçilərlə birbaşa görüşüb bu sualı vermişəm. Yəni dərin sübut tarixi baxımından araşdırma kimi. Və bir neçə ilahiçilər olub, istəyir Əhl-i-Sünnədən, istəyir Şiədən, Şafiə məzhəbindən də olub, Hənəfi məzhəbindən olub və bunları yalnız kağız üzərindən üzr istəyirəm. Yəni bir Allahın və yaxud da hansısa bir keçmişdə olan bir alimin sözü ilə mənim qabağıma qoyurlar. Amma mən bunu söz ilə yox. Məsəl üçün Ağ qarğa və Qara qarğanı oxumusunuz da fəlsəfədə, fəlsəfə baxımından. Ağ qarğa və Qara qarğanı oxumusunuz bəy? Hə, Ağ qara qarğa yox, bir deyin görək inşallah. Belə qısa bir lokolik deyim. Qara qarğanı biz gözümüzdən görürük, düzdür bəy? Amma hardan bilək ki, burada ağ qarğa yoxdur. Yalnız qara qarğa var. Əlbəttə ki, bunu hardan biz bilə bilərik? Ya özümüz görməliyik və yaxud da ki, inandığımız mənbələr var. Ha, o xəttlə gələrsə onda bilə bilərik. Necə ki, İnandığımız mənbələri bir sizin mənim kimi bir fərd olaraq bir şəxs bunu yazarsa biz bunu necə qəbul edə bilərik? Aha, indi mən dedim axı, ümumi olaraq inandığımız, etibar etdiyimiz xətt var ki, biz o xəttlə inana bilərik. Məsəl üçün, baxın, siz bu günləri banka pul vurursunuz, məsəl üçün ticarət edirsiniz, Amerika ilə ticarət edirsiniz. Siz bunu yoldan keçən insana verərsinizmi ki, 100 mini maşını almışam Ferrari'də, onu gətirmək istəyirəm. Verərsiz onu? Yox, vermərsiniz, elə deyilmi? Bu da belə dolu güvənli olacaq bankın vasitəsilə və yaxud da ki, tanıdığınız, etibar etdiyiniz insanın vasitəsilə onu gətirə bilərsiniz. Bu din də belədir, əzizim, din də belədir. Etibar etdiyimiz xəttlər var, yollar var ki, biz bu yolla inana bilirik, güvənə bilirik. Ağa bəy, sizdən çox böyük səslər gəlir, əzim, bəyi işlə bilmirəm tam. Yoxsa Ağa bəy. Ağa bəy Yusuf bəy. Ağa bəy. Hə, təşəkkür. Bax, əzim, məni düzgün başa düşün. Mənim fikrim, düşüncəm bir yerə hücum etmək və yaxud da fikirlərimi orada yeritmək deyə bir niyyətim də yoxdur. Mən diskursiyaları sevirəm. Eyni ilə necə məsələn bir sual verəmsə, eyni sualla qəbul etməyi sevirəm. Belə deyim, tənqidə həmişə açıq insan olmuşam. Və sevmişəm ki, bir insan mənə hansısa bir
mövqeyindən tənqid edir. Onu araşdırıram. Doğrudursa qəbullanıram. Doğru deyilsə soruşmalıyam. Əlbəttə ki, maraqlanmalıyam. Bəli. Amma Amma bir hücum kimi başa düşmür Riza ilə bəy sizə. Sənin mən adınız Elçin bəydir. bəli, mənim səninlə söhbətim və Faiq bəylə buradakı yoldaşlarla söhbətim mükəmməldir. And ola Allaha, elə müsəlman var ki, onunla söhbət eləmək dəyməz. Bax, tam səmimi deyirəm. Amma sizinlə söhbət eləmək mənə xoş gəldi. Bir-birimizi gözləyirik, təhqir yox, tənqid yox, dava yox, dalaşıq yox. Amma o bayaq təbəssüm elədim. Siz dediniz Sistaniyə, Seyyid Əli Xameyniyə Hətta İranda da olmuşam buna görə. Sırf bunlar üçün də İranda və İraqda olub. Sizə də müraciət edim. Mən sizə öz dəlillərimi inşallah göndərərəm. Sadəcə mənə direktimə yazın, mən sizi bilim. Və Mənim gözüm izlədim sizi. Hacan? İzlədim sizi, canınız şirin deyirəm. Mənim gözüm sizi Təşəkkür. izlədim. Mən də sizi izləyəcəm inşallah. Mən sizə göstərərəm. Bu yaxınlarda belə bir şey olmuşdu. Buna bənzər belə bir şey olmuşdu. Bir hədis inkarçıları ilə müzakirələrim var idi. 200 il bundan qabaq yazılıb filan məkan. Ona mən Türkiyədə, Misirdə və Suriyada olan hədis nüsxələri var idi ki, onları atdım ora, göstərdim onlara. Onlar bu sözü dedi, yox, bunlar filandır. Dedim, qardaş, filandır demək olmur. Sən gərək böyük, inanmırsan, çox gözəl. Amma dayanacaqsan burada. Mənim dəlilim var, bəli. Necə ki, qızıl alan var, gətirirsən qızıla alış-veriş edirsən, brilyant alış-veriş edirsən, bu qızıla baxır belə baxır qızıla. Hə, ala pulumu verim, yox. O qızıla baxır, yoxluyur. Ondan sonra buyur sənin pulun. İndi mən də qarşı tərəfə dəlillər gətirmişəm. Uzaqdan uzağa deyir, yalandır. Dedim, get bir bax, maliyyə xərcdə bir 5000 olsun, get bunu yoxla. Bu nüsxələr həqiqətən də indi özünüz bilirsiniz, müasir vaxtımızda sümüyü bilirsən ki, bu nə üstündə ölüb, hansı tərəfdən ölüb, yox. Belə şeylər var da, yox. Bəli. Deyirəm, qardaş, indi illa gözəldir ki, indi dəlilləri sübut etmək 50 il bundan qabaq, bir əsr bundan qabaq çətin idi. İndi möhtəşəm günümüzdə bir şeyi sübut və ispat etməkdən ötürü gözəl nemətlər var. Bu inkar edənlər üçün də, qəbul edənlər üçün də orta bir yoldur. Vallahi. Bu yaxınlarda, neyse, yan demək istəyirəm ki, biz maliyyə xərcləməliyik ki, bu deyilənlər doğrudur yoxsa yox. Adamlar var, vallahi adamlar var ki, qorxur, pulu da var. Deyir, bir dənə yoxlayayım hemen. Bu mənim dünya və axirətimi bağlayacaq bir sözlərdir. Qulaq asıram bəy, qulaq asıram. Özüm səsi bağladım ki, bir yanımda yolunda səs gəlməsin. Onun üçün bağlamışam. Qonaqlar var, çoxlu qonaqlar var. Onları da Bəy, şad oldum. Təşəkkürümü bildirirəm sizlərə. Var olasınız. Sənin adın nə oldu? Turan. Turan? Bəli. Turan. Mən Turan. çox sağ olun. Bunu deyim ki, mən yalnız radikal olan insanlar, radikalam. Həqiqətən. Çünki radikal düşüncələri sevmirəm. Radikal olan radikal. Amma əxlaq çərçivəsində söhbət edən insanlarla, diskusiya edən insanlarla daha çox xoşum gəlir və daha çox diskusiya sevirəm. Hətta inanırsınız, belə deyim, mən fərq eləmir. Bu önümdəki müsəlmandır, buddistdir, xristiyandır, ateistdir. Əxlaqı yoxdursa, müəyyən bir limitlərə mən ondan uzaqlaşıram. Bəli, əxlaqlı olmaq bütün nemətlərə təsir eləyir. Təşəkkürümü bildirəm bəy, var olasınız. Oldu, təşəkkür Çox ederim. sağ olun. Sizi dinləmək də xoşdur. Sağ olun bəy. Qarşılıqlıdır, qarşılıqlı. Salam aleyküm. Salam aleyküm. Necəsin, nə var, nə yox? Elhamdülillah, yaxşı olun. Mən əslində istək gəldi, mən özüm də bilmədən yuxarı qalxdım, kimsə istəyir. Elhamdülillah, xoş gəlmisən. Allah sənə problem və sənin yoxdur. ailəvə xeyir və bərəkət versin, amin. Sağ ol, Allah kömək olsun.
indi mən özümü elə belə də coğrafi müsəlman hesab edirəm. Yəni ateist də deyiləm. Yəni ateist olmaqda problem yoxdur. Sadəcə mən bir sual vermək istəyirdim ki, dinləri coğrafi olaraq qəbul eləyirsiniz. Məsələn, sizi məsələn belə bir müsəlman belə deyək, coğrafi olaraq Çində də olsa buddist olur, nə bilim Yaponiyada da olsa şintoist olur. Nə bilim Cənubi Amerikada da olsa başqa dində olur. Və hətta ki Afrikada da olsa ümumiyyətlə din izadı olmur. Yəni bunu anlamaq çoxmu çətindir ki, yəni dinlər coğrafidir də, yəni ki, yəni coğrafiya bir qədərdir. Biz harda doğulmuşuq elə inanır və biz gedib bir Hindistanlı nə bilim kafir adlandırıb, bütpərəst adlandırırıq, amma gedib bir Hindistanlının niyə inəyə müqəddəs ana hesab etdiyini sübut eləyə bilmərik. Ona deyəcək ki, mən haqq yoldayam. Yəni belə deyək də, belə götürəndə əsl dini hardan tapmaq olar? Bəlkə bunlar elə bir hekayədir, hərənin bir hekayəsi var və belə hekayələr dünyada çoxdur da, yəni ki. Belə necə fikirləşmək olar? Aha, gözəl. Qəşəng sualdır. Suala görə təşəkkür. Adın nə oldu dedə? Ramin. Mən Qarabağlıyam. Mən bu dədə, qağa sözündən istifadə edirəm. Bunlar da hörmət etdiyim insanlara həmişə deyirəm. Hə. Deməli qağa, belədir vəziyyət. İslam dini fitrəti bir dindir. İslam dini fitrəti bir dindir ki, Allah Subhanahu taala özünü, öz ayələrini o insanların içərisinə yerləşdirmişdir. Müəllif olaraq, azmasın deyənə. Çünki Quran-ı Kərimdə ayələr var. Məgər fikirləşmişsiniz? Soq, çay olsa süper olar. Soyuq olmasın. Olsun. Üzürlü say, oradan məndən danışlardı, yəni mən cavab verim. Hə, deməli, siz deyirsiniz ki, yəni, Buddizm evində doğulubsa Buddizm olmalıdır, Xristiyanın və s. bunu normal olaraq qarşılamalıyıq da, adam nə görüb, o üzərə yaşayıb, o üzərə də ölür və Allah ona niyə cəhənnəm versin ki, və yaxud da müsəlmanlar tərəfindən niyə təkfir olunub kafir damğasını vurulsun ki? Baxın əzizim, o insanların, dediyimiz insanların... Yəni, biz istəyirəm sualı biraz da dəqiqləşdirim. Yəni, bir xristiyanın günahı nədir ki, o ta ki Rusiyada doğulub və müsəlmançılıq heç görməyib və yaxud da ki, bir Çinli niyə görə, ona görə əzab çəkməlidir? Çində doğulub, ailəsi buddist olub və İslamı bilməyib və gələcəkdə Allah Taala ona sual verəcək ki, sənin dinin nədir? Deyəcək məsələn buddizm, nə bilim peyğəmbərin kimdir? Və buna görə sorğulanmalıdır. Heç bir belə deyə də əslində Quranda yazılıb hər dövrə peyğəmbər göndərdik, amma nədənsə Yaponiyada nə bir peyğəmbər görmürük. Bəlkə də olub heç bilmirik. Yəni onlar nə olacaq? Və hətta ki eramızdan əvvəl insanlar ölüb gedib bir halda onların sümüklərini görürük. Fironlar ölüb gedir, mumiyaları qalıb. Onlar nə sorğulanmayıb ya sorğulanacaq, yoxsa sorğulanmayacaq. Yəni elmi nöqteyi nəzərdən belə. Yəni bu dinin sanki heç bir elmi əsası yoxdur. Demirəm yalandır. Yəni bunu yanlışlamaq çox çətin məsələdir. Amma sanki elmi nöqteyi nəzərdən sadəcə insanların dini inancdır. Yəni inanc səviyyəsində qalır da. Heç bir elmi əsası olmayan sadəcə biz inanırıq. Məsələn biz Allaha sadəcə inanırıq. Belə deyək, iman gətirmişik. Mən səni pol başa düşmüşəm. Mən səni pol olaraq başa düşmüşəm. Bax indi. Əzizim, Turan. Deməli, bismillah. Birinci, buna cavab vermək istəyirəm ki, kitaya peyğəmbər gəlib, gəlməyib və s. İndi, belə deyək də, öz belə inanclarına belə sadiq deyirlər. Peyğəmbər gəldi, gəlmədi. Quran eşidirlər, bəli. Göy Peyğəmbər gələndə özündən nəsə çıxardırdı, yox. Əlindəki olacaq kitabı insanlara dəvət edirdi. Və indi də o kitab, yəni Muhammedin və yaxud da İsa'nın və yaxud da ki Musa'nın və digər olacaq Nəbi və Rəsulların sözləri vərəqlərə tökülüb yazılmışdı. Güya onlar eşitdilər, gəldilər, fərq eləmədi ki. Güya o Peyğəmbər gələn o qövmlər var idi ha. Hamı qəbul etdi onları, hamı qəbul etmədi ki. İstəyir o Peyğəmbərlər ora gəlsin, gəlməsin. Bunu qoyduq kənara. İkincisi isə bu
əsas olacaq sualıma cavab vermək istəyirəm. İnsan yaşayır. İnsan bu dünyada yaşayır. Nəyi, necə qazanmaq lazımdır? O canavarı, o toyuğu, o inəyi necə tutum, necə yeyim düşünür. Bax ha, bax. O qızla necə tanış olum, o qızın evini necə yıxım, o kişinin evini necə yıxım, fikirləşir, düşünür. Ev necə tikim, qəbilə necə tikim, hamı mənə tabe olsun. Necə lazımdır bunu qurur öz tayfasında. Amma məni yaradan Allah var imiş, düşünmür. Nətər olur? Əgər düşünməmək varsa, elə hər bir şeydə düşünməsində o. Arvad almaqda düşünməsin, necə ovlamaq lazımdır düşünməsin. Anlata bilirəmmi? O Allahın axtarışına çıxmalıdır. Mən elə belə yaranmamışam. Mən elə belə dünyaya gəlməmişəm. Məni yaradan birisi var. Bunu düşünmək çox asandır. Nəinki o canavarı tutmaq. Nəinki o canavarın dərisini soyub əynimə geyinmək. Nəinki o şiri tutmaq. Adamlar şiri diri-diri tuturlar. Canavarı diri-diri tuturlar. Allahı tanımaq bu qədər hasaddır. Kim o şiri tutmaq çox çətindir. Amma Allahı tanımaq, adım bilməsən də elə bir dənə bilsən ki, məni yaradan var, bu sənə bəs eləyir. Anlata bilirəmmi? Yəni o insanlar da sorğu-sual olunacaq. Allah Quran-ı Kərimdə deyir, yer üzərində neçə nişanələr var ki, məni xatırladır. Onlar onların yanından keçirlər, düşünmürlər, ibrət almırlar. Anlata bildinmi? Evlər tikirlər. Ay kişi, piramidanı tikiblər. Heç kəs bilmir necə tikib. Piramida. Bir şamla hamam isti olur. Allahı düşünmürlər. Allaha gələndə ağılları yoxdur, itir. Xeyr, tənbəllikdən, inkar etməkdən, müstəqil yaşamaqdan. Mən niyə səcd eləyim ona? Bunu demək lazım və deyirlər də. Firon, kim ona? Əsla və səcd etmərəm. Ətrafındakılar səcd etmərik. Məsələ bu da sizin onların yaşayış tərzi, maliyyəsi bizim yaşayışımızın maliyyəsindən daha da üstün idi. Biz onların dönəmində yaşasaydıq, bu pulla dünyanı alardıq. Amma onlarda hər şey var ki, üzr istəyirəm. Yəni siz danışırsınız, başa düşdüm ha. Yəni onlar bilmirlər, onlar da gəlib əslində düşünməlidirlər. Amma bütün bunlar məsələn daha ümumi yanaşmadır. Bu yəni sizin danışdığınız çox üzr istəyirəm ifadəmi. Yəni inanc mərkəzli danışırsınız da. Məsəl üçün öz inancınızı mərkəzə qoymusunuz və o inancı mərkəzə. Məsələn mən Krishna şuurunda Hindistanda da çox olmuşam. Onları da dinləyirəm. Onlar da eynən sizin kimi insanlar batil inanclar yaratdılar, batil belə şeylədilər. Onlar da eyni sizin kimi yaratdı. Yəni sizin din elə bir şeydir, onu ölçmək olmur, təsdiqləmək olmur, elm kimi gedib təcrübə eləmək olmur deyənə. Yəni bu hekalar həddindən artıq çox olduğuna görə sadəcə kənardan baxanda baxırsan ki, heç nə, insan şuuru belə deyə də boş qalmasın deyənə, özünə mənəvi şeylər yaratsın deyənə bir nəfər məsələn deyirəm, ateizm nöqteyi nəzərindən bir nəfər Tanrının adından danışır ki, mənə vəhiy gəldi və insanlara doğru yola yönəltmək üçün, hidayət eləmək üçün və yaxud da ki, əhalini birləşdirmək üçün belə bir şey yaradır. Çünki insan buna ehtiyacdır. Biz sosial olaraq, toplum olaraq, nə bilim, mədəniyyət olaraq, hətta bir ruhani mədəniyyət olaraq insanı birləşdirmək lazımdır. Məsələn, bütün insanlar, müsəlmanlar qardaş deyəndə fərqi yoxdur, quldur və yaxud da ki, ərəbdir, afrikalıdır, hamını birləşdirir də bu din. Yəni demək, dinin universal qabiliyyəti var. Bu gözəl şeydir, bunu başa düşdük. Amma demək olmaz ki, bəlkə məncə fikirləşirəm, bunu belə demək olar ki, bir ateizm nöqteyi nəzərindən din müqəddəs bir yalandır. İndi bir dənə siz qəbul eləməyəsiniz. Yəni belə deyək, insan şuuru özü belə deyək, rahat yaşamaq üçün, beynində olan bütün suallara cavab vermək üçün, hardan gəlmişəm, necə yaşayıram, hara getməliyəm, bu suallara elm cavab vermədiyinə görə müqəddəs bir belə deyək, yalan uydurur və özünü avtomatik olaraq o yalana
tabe eləyir. Freud demişkən deyir kütlə üçün həqiqət lazım deyil. Çünki o illüziyasız yaşayamır. Və illüziya bizi rahat eləyir. Biz hekayəmizlə çox rahatıq. Bilirik ki, öləndən sonra da ölməyəcək, bizi rahat deyir ki, həqiqətən ölümdən sonra da həyat var. Hətta atamız öləndə bilirik ki, onunla da görüşəcəyik və s. Bu əslində bizim mənəvi həyatımızın məhsuludur. Əslində belə bir həqiqət yoxdur. Yəni elmi nöqteyi nəzərində və bir düşüncə mərkəzli danışanda məsələlər sanki beləncə alınır. İkinci məsələ odur ki, məsələn biz bir inanclı, yəni sizin üçün belə imanlı şəxs qardaş biologiyanı oxusa, ya məcburdur o biologiyanı inkar eləyə, ya da ki Adəm Həvvadan əmələ gəldiyimizi düşünər. Çünki yəni ateistlər demir, biologiya deyir ki, insanlar primatlardan gəlir. Hətta 22-ci ildə Svanta Babı Nobel alıb. O sübut eləyib ki, Denisovlar, Neandertallar və Homo sapiens eyni qanundan olub və DNT analizlərindən praktik olaraq sübut eləyib ki, DNT səhvəsində təkamül sübut olunub. Yəni onun da əvvəli Homo sapienslə Australopithecus, Ramdus, Heidelberg, Sinanthropithecus bu qazıntılar da var. İndi əgər burada desək elm bizi alladır, nə bilim təkamülçülər dindarlara yalan danışır, onda əlimizdə fizika var. Camaat samolyot sürür, raketlə qalxır, fizika allatmır. Yəni kimya allatmır, gəldi biologiya nədir? Azərbaycanda bir dənə kimsə inanclıdır, ona görə bizi allatdı, bizə yalan söylədi. Necə baxsın məsələlərə? Məsələn, biologiyanın İslam, yəni demirəm din elmin düşmənidir, yox. Buradakı İslam insanları, dindar insanlar təkamülü əməlli başlı inkar edirlər ki, insan təkamüllə yaranmayıb, halbuki bu ateizmin mövzusudur. Biologiyanın Nobel almış insanların mövzusudur, yəni elmi mövzudur. Yəni bunu deyən adam biologiyanı məhkəməyə verməlidir əslində. Bir tibb adamı, yəni ki, necə düşünürsünüz? Birinci mən siz söhbət edərkən müəyyən şeylər var idi, onları yazdım. Birinci mən öz inancımı qabağa qoymamışam. Siz bu günləri belə deyək də, elə bir din seçə bilərsiniz ki, məsəl üçün, bizim birinci sualımıza qayıdıram. Çünki oranı istəyirəm tamamlayam. Sualımı dəqiqləşdirir. Məsələn, bir inanclının, ya Krishna olsun, Buddhist olsun, İslamda olan olsun, bir insanın biliyinin epistemoloji əsası, yəni biliyinin qaynağı onun imanıdır. Vəhiyyə inanır, Peyğəmbərə güvənir və Allahın olduğuna iman gətirir. Yəni məntiqə görə də mən kiməsə inanıram, o demək deyil, o var. Mən bir peyğəmbərə etibar edirəm, o demək deyil ki, o etibarlıdır. Mən vəhiyyə inanıram, hələ vəhiyin mexanizmini heç kim aşkar eləməyib. Bu sadəcə iman etdim, yəni eşitdik, iman etdik də, yəni dində belədir. Amma elm bunu təsdiqləyirmi və ya kimsə bunun vəhiyin mexanizmini araşdırdı, tapdı. Bu sadəcə bir iman səviyyəsində qalır. Yəni demirəm yalandır, amma elmi əsası yoxdur. Bəli. Siz demək istəyirsiniz ki, İslamın elmi əsası yoxdur? Bəli, demək istəyirəm, bir inanclının biliyinin qaynağı onun imanıdır. Elmi biliklər deyil. Siz vəbşi ümumi olaraq, bax, məsəl üçün Allah Qurani Kərimdə deyir ki, kainat, dünya genişlənir. Bu bir. Yox, Bu səhv. Buna izah gətirin, bax. Biz kainatı yaratdıq, onu genişləndirməyi, biləm, deyəcəksən ki, indi sübut olunub ki, dünya partlamadan, Big Bang-dən genişlənib. Mən İbn Kəsirin və Təbərin təfsirinə baxmışam. Orada genişlənmək sözü Allahın qüdrətinin geniş olması, bərəkətlərinin geniş olması barədə təfsir verir. Bəli. Bax, üzürlü sayın, bizim inancda təfsiri insan verə bilməz. Təfsiri yalnız və yalnız Allah Subhanahu taala özü verəcək. Deməli 11-ci surənin 1 və 2-ci ayəsində, həmçinin də çoxlu surələr var ki, təfsiri özü verəcək. Allah bir söz deyəcək və insan ona mötəzə açıb içində bir şey qoyacaq. Yox, xeyr. Mən razı deyiləm. Çünki Qurani Kərim bunu demir. Bunu Təbəri deyirsə, onu hədisi buna qəbul eləmirsiniz də, yəni ki. Siz hədisi başa düşdüm. Yox. Mən qəbul eləyirəm. Hədisləri qəbul eləyirəm. Mən sadəcə demək istəyirəm ki, bax, bizim mövzu görsən şaxələnir, başqa mövzulara keçid olunur. Bir mövzunu qutaraq ki, o birisi mövzuya keçid ala bilərik də. Ala bilsək daha gözəl olar. Çünki yarımçıq mövzularda qalırıq da, belə geriyə qalırıq. Bunu demək istəyirəm ki, Qurani Kərim özünü çoxdan sübut və isbat edib, müasir günümüzdə tam olaraq, mükəmməl olaraq özünü
sübut və isbat eləyib. Özdəki kimin əli ilə ən çox və ən çox belə deyək də dindar olmayan bir alimlər, dindar olmayan bir qurumlar, hətta deyərəm ki, dindar olanlar da olmuşdu. Xristianlar olsun, Yahudilər olsun, söhbət alimlərdən gedir. Məsəl üçün Alimlərin şəxsi fikrini götürməyək, elmi mənbəni götürək. Məsələn, təkamül biologiyasının İslamla uyğun gələn nəyi var? Məsələn, baxın, siz vəbşi ümumi olaraq Qurani-Kərimin içindəkiləri bir analiz etmisinizmi? Analiz etmisinizmi ki? Bəli, təbii ki, Allahla bir sözü. Bax, bir dənəsini bax deyin də. Bir dənəsini deyin ki, müasir günümüzdə Məsələn, biz hər şeyi cüt yaratdıq. Biz hər şeyi cüt yaratdıq, mikroblar cüt deyil, təkdir məsələn. Aha, biz hər şeyi cüt yaratdıq deyəndə nəyi misal vurur Allah o ayətin yuxarısında və aşağısında? Bilmirəm, hər şey demək olar. Erkək, dişi, qaranlıq, işıqlıq, aşağı, yuxarı, in və yan, nə bilim, əksliklərin vəhdəti, nə bilim, nə deyirsin demək olar, problem yox. O ayəti mənə deyin, mən burada baxım, inşallah sizə mən direktə, inşallah şəklinizi çəkim, qoy bu. Mənim adım filosof Rami Mofseydir, yəni Qalsın takip etsin. mən sizə Mən də izlədim. dönüş eləyərəm. Hə, Ayənin nömrəsini bilmirəm. Onu mənə deyin. Ayənin nömrəsi yadımdan Siz onda- çıxıb. Bəli. Biz hər şeyi cüt yaratdıq da, yəni o ifadə var orada, bəli. Biz, bax, biz hər şeyi cüt yaratdıq. Hansı şeydən sonra deyir onu? Heyvanları deyir Allah. Hər şeydə qardaşım, hər şey deyəndə yəni hər şey, yəni canlı, cansız, bəli. Hər şey. Bilmirəm də hər şey Allah nəyi nəzərdə tutub bilmirəm, orada hər şey yazılır. Video donur. Siz məni Canlı donmuş deyə yaxşı işləmirəm. Ola bilər siz yol gedirsiniz, bəlkə ola bilər. Yox, yol getmirəm mən. Siz məni eşidirsiniz indi? Hə, indi eşidirəm mən. Hə. Siz deyirsiniz ki, Allah Qurani-Kərimdə deyir ki, biz hər şeyi cüt yaratdıq. Mən də sizə deyirəm ki, günəşdən cüt yoxdur axı. Aydan da cüt yoxdur axı. Anlata bilirəm mən sizə. Yəni Bəli. siz necə ki bir insanla ünsiyyət quranda, iş yoldaşımızla və yaxud da ki evdə sözlər var ki, başa düşülmür və qayıdırsan ona. Deyirsən ki, sən burada nə demək istədin sən? İndi sizdə Allahı başa düşməkdən ötürü biz hər şeydən cüt yaratdıq. Kimə deyir? Heyvanlara mı deyir? Valla onu Yoxsa siz insanlara deməlisiniz. mı deyir? Onu siz deməlisiniz, bilmirəm mən, şəxsən bilmirəm. Mən də deyirəm ki, siz əgər bir şeyi bilirsinizsə, deyirsinizsə ki, bu mikroblar cüt deyil və s. Siz bunu biləndən sonra danışmalıydınız ki, mən bunu bildim, burada bütün məxluqlara aid eləyirmiş, Allah sonra danışasınız. Amma bunu bilmədən, bunu belə deyək də, araşdırmadan bu barədə danışmağımız hələm tezdir də, yəni tələsirsiniz. Yox, araşdırmadan deyəndə deyir ki, bir səhər hər şeyi siz başa düşədəsən göndərdik və elə uzun müddətdə oxuyuruq. Yəni, əgər bir zikr əhli varsa, nə bilim, məgər bilənlərlə bilməyənlər eynidirmi? Məsələn, siz bilirsinizsə, mən sizdən soruşa bilərəm. Və ya hansı bir zikr əhli var, ondan soruşa bilərəm. Soruşaq da hər şey nədir orada, yəni ki? Ümumiyyətlə, hər şey nə deməkdir? Məsələn, sizdən soruşa bilərəm. Mən də deyirəm də, ayətin nömrəsini ver də, əzizim, ayətin nömrəsini ver. Ümumi olaraq biz müsəlmanlar, necə, sən bir kinoya baxanda, ortadan kinoya girib baxanda, kimin günahkar, kimin səhv olduğu, doğru olduğu bilə bilərsən, yox. Bu günlərdə kitabı, hətta kitabı yox, surəni
ortadan girəndə əlbəttə ki, qaçışıqlıqlar olacaq. Müəllim, bir də üzr Bu istəyirəm, həyatda da söhbəti belədir. biz əslində söhbətdən üzr istəyirəm. Bir dənə qutarım mən. Ha, səsiz qırılır, eşidə bilmirəm. Məsələn, elə bir donur nəsə ola bilsin bəlkə. Mən tez ona gecikmə olur, ona görə səsiz kəsilir. Mən kəsirəm bəlkə. Bir Dondu yenə. həm ki demək istəyirəm ki. Hı. Mən demək istəyirəm ki, əzizim, bir məsələni oxuyanda da bir məsələ üzərində söhbət eləyəndə mütləq olaraq o barədə tam olaraq elmi məlumatımız olmalıdır ki, qarşı tərəfə biz nəsə verə bilək, nəsə ötürə bilək, yoxsa yarımçıq verib və insanları və yaxud da ki özünü ətrafı şübhəyə salmaq bu olmaz da. Yəni ayəti verməlisən, ayəti oxumalıyıq. Yenə dedim, bir misal çəkirəm sizə ki, biz bir kinoya baxanda və yaxud da ki hansısa bir insanın həyatına dinləyəndə ortadan girməməliyik. Başdan aşağı. Ya qardaş bildi, mən heç bu Quranın səhv nə bilim elmi zadı ona demək istəmirdim. Siz dediniz ki, Quranda nə elmi məlumat var. Mən buna. Mənim sualım odur ki, sizin biliyinizin mənbəyi imandır. İman heç vaxt məntiq ola bilməz. Bir də ki, ikinci sualım odur ki, təkamül biologiyası ilə sizin dininiz arasında. Məsələn, siz biologiyanı axıra qədər oxusunuz. Məsələn, mən belə fikirləşirəm. Yəni siz əslində dindəki olan Adəm Həvva hekayəsinə görə inanmayasınız. Çünki Adəm Həvva palçıqdan yaradır. Elimdə belə bir şey yoxdur. Təkamül prosesi ilə. Yəni onun əsas sualım oydu. Mən dindən həm səhv axtarım, o fikirdə deyiləm ki, durumda hansı Quran ayəsini səhv çıxardım, mən bu səhvdir. Onu demək istəmirəm. Məsələn, siz inanclı olaraq, ta ki bir bioloq olmaq istəsiniz, bu dində olan hekayə ilə, biologiyanın təqdim elədiyi elmlə axı düz gəlməyəcək. Burada hansı seçim arasında qalacaqsınız? Çünki sizin dedikləriniz deməli inanc mərkəzində siz imanınızı əsas tutursunuz, amma elm faktı əsas tutur. Məsələn, sorğulamağı, təkrarlamanı, tətbiqi, empirik bilikləri əsas tutur. Bir şeyi sən də gedib ölçə bilərsən, mən də gedib ölçə bilərəm. Amma iman belə şeydir, bunu heç kim nə ölçə bilmir, nə şey eləyə bilmir ki, bu düzdür yoxsa yalandır. Mən iman edirəm ki, Allah var. Hə, nə olsun ki, iman edirsən? O deməkdir ki, yəni bir yaradan var, yəni o əsas deyil də. Məsələ odur. Aha, birinci ümumi olaraq bunu bilmək lazımdır ki, biz müsəlmanlar iman sözünü nəyə deyirik? İman etdim, nə deməkdir? Dillə, qəlblə və əməllə. Bu üç dənə orqan, üçü birləşəndə buna deyirlər iman. Bu bir. İkincisi isə biz məsəl üçün bir əşyanı götürürük əlimizə. O əşyanı şuurla, sevərək, istəyərək, elmlə yaxınlaşırıq. O əgər bizim həyatımız üçün xeyirlidirsə, dəyərlidirsə, bizə pis bir şey vermirsə, biz onu əlbəttə ki, qəbul eləyəcəyik. Və bu günləri bizim dinimizdə İslam dini elə belə yer almamışdı. Biz bu dini... Bana üzr istəyirəm, sözü kəsib. Yəni siz xeyir verirsiniz. Məsələn, bank faiz verir, xeyir götürür, xeyri var. Amma faiz haramdır. Yəni xeyir verir deyənə bu sübut ola bilməz. Yəni siz belə şeylər deyirsiniz, bu əsas deyil. Məsələn, bank cəmaata sələm verir, pul alır. O da xeyrin qalır. O deməkdir ki, bank işçisi xeyirli iş görür, ya yaxşı iş görür. Haqdır, yox, haqq deyil yəni ki. Sizin dediğiniz arqumentlər əslində heç bir elmi əsası olmayan fikirlərdir. Mən belə fikirləşirəm. Belə. Gəlin belə eləyək. Faiz alan bir adam ətrafınızda, Don deməlim ya. Daha da donur deyənə şey... Boşa bilərsiniz görüb. Faiz alan birisini... Bəli. Buyur, dondu indi açıldı. Sizin ətrafınızda elə bir insan varmı ki, faizdən xeyir görsün? Var elə bir adam. Nömrəsini verin, ünvanını verin. Var. Məsələn, mənim bir dənə dostum var. Adı şeydir, nədir, Allah.
Özü İsmaildandır. Biz təmir işinə baxırıq. Tirzanda onun evi də var. Özü O necə auditdə dostun iş. adım bilmirsən? Ha, yəni dost deyəndə, dost deyəndə 10 il bundan qabaq yoldaşlığımız olub, heç indi əlaqəmiz yoxdur. Yəni çox imkanlı adamdır. Yəni Zabratda olur, siz lap axtarsam nömrəsini də tapa bilərəm. Mənim müştərimiz olub, belə deyək. Adam özünün auditdə işləyib, indi bu tərəfdə Sumqayıtda özünün lombardı var. Uşaqlar İspaniyada təhsil alır. Yəni imkanı da necə lazımdır var yəni. İndi siz Allah tərəfindən xeyir götürüb, bərəkətlidir, bərəkətlidir. O dünyada onu deyənmərəm, amma bu dünyada Allah ona fürsət verib yəni. Folunu. Mən yəni demək istədim ki sizə, siz məsələdir. Sənə mən elə ailələr var ki, malı var, mülkü var, evində arvad saymır, uşaqları onu saymır, varı dövləti var. Biz ümumi olaraq xeyri götürəndə, ümumi olaraq götürürük. Bugün yəni demək istəyirəm ki, həqiqətən də bu insan sayının çoxu belədir. İnsan sayının çoxu belədir. Mən Sumqayıtda qalıram 46 ildir. Hələm də bir adam deməyib ki, faizdən kimsə xeyir görüb. Anlata bilirəmmi? Düzdür, bu bizim mövzu ki, dəyişir. Mən canlı yayından çıxmalıyam Allah'ınız izniyle. Çox problem yox, təşəkkür edirəm. Təşəkkür edirəm. Abunə olun. İnşallah danışarıq. Oldu. Təşəkkür. Mən çıxmalıyam sizlə. Əsas odur ki, ləkum dinikum və aliyə din. Sənin dinin sənə, mənim dinim. Amma mən sənə, sənin adın Tural oldu dedin qağa, yoxsa? Ramindir adım. Ramin, sən vəbşi ümumi olaraq Allaha inanırsan, yoxsa yox? Mən özümü inanclı hesab edirəm. Mənə belə coğrafi müsəlman hesab edirəm, amma belə dindaram, mömin şəxsən belə hesab eləmirəm. Mən onu demirəm. Sən Allaha inanırsan, yoxsa yox? Mən onu deyirəm. Mənim kosmik şuur ideyam var. Məsələn, bütün inanclar mənim fikirəm, təməldə bir yaradıcı şuur var. Allah inancı da oradan qaynaqlanır. Amma dinlər ümumən götürəndə mənə görə hekayədir, yəni ki, belə deyək də, mifologiyadır. Lütfən. Mən demirəm hansı dindəsən, mən demirəm hansı təriqətdəsən. Qısa cavab ver. Allaha inanırsan, yoxsa yox? İndi Allah İslamında belə inancı deyə bilərsiniz, bəli. Allaha inanırsan. Bəli. Sübut isbatın var. Yoxdur da. Məsələ odur ki, məsələn, ateistlər deyir Allah yoxdur, deyirəm düz deyirsiniz, amma mən sadəcə inanıram. Mənə belə rahatdır, həyatıma məna qatıram. Amma heç bir elmə əsası yoxdur inancımın. Evet. Yox, indi mən başa düşə bilmirəm. Siz müsəlmanları görəndə deyirsiniz Allaha inanıram, ateistləri də görəndə deyirsiniz ki, mən Allaha inanmıram. Ateistlərə də deyirəm ki, ateistlər deyir Allah yoxdur, deyirəm həqiqətən düz deyirsiniz. Yoxdur, amma mən inanıram. Elə sizə də deyirəm, ateistlərə də deyirəm. Aşağıda ateistlər də var. Yəni inanıram sadəcə. Bax, inanıram, elmi əsası yoxdur, heç bir sübutu, dəlili yoxdur. Heç kimə də sübut eləyə bilmərəm, nə həqiqət kimi. Sadəcə inanıram da, inancdır, inanc. Dini duyğularım var da, incəsənət kimi, musiqi kimi, yəni belə. Bəli. Yox, bu nə İslamda bunun yeri var dediyimizin, nə də ateistlərdə yeri var dediyimizin. Siz axı necə ki həyatda mən hansı qabariyə salmalısınız? Mən ya mütləq ateist olma, ya müsəlman. Nəyəmsə o bab deyəm də. Yox, mən sizi qaba salmıram. Sadəcə mən ünsiyyət etdiyim yoldaşı tanımaq istəyirəm. O Allaha. İndi bəlkə ateistlər burada var deyənə demirsiniz ki, inanıram, yoxsa bilsən nə tərəf? Yox, deyirəm ateistlər var da, deyirəm inanıram. Ateistlər aşağıda dostlarım da var. Deyirəm inanıram, amma onlar düz deyir, Allah yoxdur əslində, bəli. Yox, bu nə sözdür? Onlar düz deyir, mən inanıram. Oldu, təşəkkür. Mən kimlə söhbət elədiyimi ünsiyyət qurduq inşallah. Təşəkkür edirəm, sağ olun. Oldu, salam aleykum. İnşallah başqa söhbətlərdə görüşərik. Kanalımıza abunə olun. Bugün axşamüstü möhtəşəm videolar paylaşım olunacaq. Əssalamu aleykum və rəhmətullah.